şovçusu Murad Dadaşov. Asansör olsun hürmetli hanımlar, canlar. Her birinizi bu gece bugün burada görmeye çok şadıq. Hatırladıram ki bugün Maşın Reality Show'sunun növbəti günüdür. Qarşıdurmanın 7-ci günüdür. Biz her zaman belə bir günlərə, rəmzi günlərə, 3-cü günə, 7-ci günə xüsusi həyəcanla yaxınlaşırıq. Dostlar, her zaman olduğu kimi Maşın Reality Show'su M Group Production təqdimatında ATV Sel kanalında yayımlanır ve her zaman olduğu kimi Maşın Reality Show'sunun qalmaqalları, yuxsuz geceleri, diller əzbəridir. Azərbaycan bize bakır, bütün Azərbaycana ve bize bakan milyonlarla tamaşaçılara buradan ateşli salamlar, minnettarım. Hatırladıram ki bu müddət ərzində müxtəlif ölkələrdən, Amerika Birləşmiş Ştatları, Kanada, Meksika, Latin Amerika ölkələri, Avropa ölkələri, Asya ölkələrindən bizə zəng vuranlar var və çox maraqlıdır ki, bizim müxtəlif sosial şəbəkələrdə hesablarımıza fürsətdən istifadə edə Konsept Rum şirkətinə minnətdarıq. Konsept Rum bizim bu müddət ərzində bizim dəstəkçimizdir sosial mediada. Orada şəkillər göndərirlər. Məsəl üçün, telefonlarda hansısa bir mənzərədir, hansısa bir şəhərin mənzərəsidir. Ən çox sevdiyim mənzərə Sidney şəhəri idi. Bilirsiniz ki, şovumuz yayımlanan ərzində. Bunlar hardan baxırlar və Allah mən bilmirəm. Amma müxtəlif ölkələrdə bizə baxırlar və hətta bizim iştirakçılarımızın dostları da bölüşürlər. Minnətdaram, var olasınız, sağ olasınız. Sizin sayənizdə birinci. Çox sağ olun. Dostlar, Maşın Reality Show'sunda her zaman olduğu kimi bugün de səs vermə baş verib. Bu səs vermənin nəticələri də var və dünən çox mürəkkəb bir gündə, çox mürəkkəb bir saatda biz şovumuzun çox maraqlı bir iştirakçını itirdik. Kənan Mahmudov şovunu tərk elədi öz ixtiyarına. Dostu, qardaşım və şovumuzda iştirakçı olan Aqil Emquliyev öz hüququndan istifadə edib heç kimi şovdan kənarlaşdırmadı. Amma kənarlaşdıra bilərdi. İndi bilmirəm, bu dünənki addımı bugündən Aqili sığortaladı yoxsa yox, amma bilmirəm. Gəlin baxaq görək, bugün əsas bura çıxan kimdir və onun qurbanı kim ola bilər? Bu ehtimalı dərk etmək üçün səs vermənin nəticələri. Təranə Qumral. Elcan Rəsulov. Aqil Emquliyev. Aksana Rasulova. Aqil Emquliyev. Vügarlı. Aksana Rasulova. Ferda Xudaverdiyev. İki Aqil Emquliyev şəkli, iki Aksana Rasulova şəkli və mənim qarşımda 3 şəkil qalıb. Onlardan biri Aksana Rasulova, Aksana 3, Azer Zahid. Aksana 3, Aqil 2 ve sonuncu şekil kim? Rasulova.
Aksan Resulova. İştirakçımız Aksan Resulova bugün buraya çıkacak. Vaxtdır bence. Gelsin. Alkışlarınızla. Aksana. Mənim Aksana'ya olan xüsusi rəğbətim, xüsusi hörmətim və xüsusi sevgim haqqında danışmaq ehtiyac yoxdur. Hamı onu bilir. Aksana mən çox istəyirəm. Hesab edirəm ki, ən zəhmətkeş insanlardan biridir. Xarici görkəmi ilə həyatda kifayət qədər nailiyyət qazana biləcək insan olduqca zəhmətkeş insandır. Mən hansı tədbirə gedmirəmsə, hansı işdə iştirak etmirəmsə, hər yerdə Aksana var. Aksana gecə də, gündüz də çalışır. Dayanmadan Aksana. Bu zəhmətin müqabilində Allah hər zaman yolunu açıq eləsin. Çox istəyirəm səni və bir dəqiqəni xüsusi sevgi ilə sənə verirəm. Buyur. Bir dəqiqə Aksan Rəsulov ixtiyarında. Çox sağ olun Murad bəy, təşəkkür edirəm. Eyni hissləri mən sizə qarşı çox sağ olun ki, bu verilişdəyəm mən. Sizə böyük hörmətim var. Əziz mənim tamaşaçılarım, Aksan Rəsulovun tanıyanlar. Mən onu demək istərdim ki, axırıncı dəfə, sonuncu dəfə sizdən dəstək istəmişəm. 2010-cu ildə birinci dəfə maşın şovu qatılanda. Məsələ 7-ci gün qatılmışdım maşın şovu, necə ki bugünkü kimi. Və o dəfə siz mənə çox böyük bir dəstək oldunuz. Və inanıram ki, bugün də siz mənə 7 il sonra, 7-ci gündə siz mənə dəstək olacaqsınız. Təşəkkür edirəm hər kəsə. Mən... Nə deyim, məni sevənlərdən, mənə dəstək olanlardan, mənim oyunuma inananlardan istəyərdim ki, mənə dəstək olsun. Sadəcə bu. Çox sağ olun. Aksana, qaydın yerinizə. Çox sağ olun. Sual yarana bilər ki, Aksana digər iştirakçılar kimi bilə-bilə mi gəldi, bilməyə-bilməyə mi? Ekranlarda artıq bu anda nömrələr var və xatırladıram ki, bu nömrələr ödənişlidir. Bu nömrələrə göndərilən SMS-lər ödənişlidir, qiyməti də qarşınızdadır. Dostlar, yaddan çıxartmayın. Xatırladıram ki, bu müddət ərzində Aksana Rəsulova 7-ci günə qədər iştirakçı olaraq qaldı, qatıldı və bugün səs toplasa kimisə çıxardacaq. Kimi bilmirəm, amma hər halda mən düşünürəm ki, Aksananın şəkilləri əksəriyyət təşkil edirsə, o deməkdir ki, Aksananın ən azı bu işdən xəbəri var idi. Elə yoxsa yox? Bugünkü işdən bəli, mənim xəbərim var idi. Bəli. Biz ümumiyyətlə bu şounu icad edəndə, bu şou haqqında danışanda bu səs verməni ona görə etmişdi ki, komanda, yəni iştirakçılar istəmədiyini bir irəli versinlər. Şou görün necə fırlandısa, indi istədiklərini qabağa verirlər ki, istədikləri səs toplayıb, istəmədiklərini şoudan kənarlaşdırsın. Aksana, bir hədəf varmı bu günə? Murad müəllim, mən bir şey demək istərdim ki, bu şouda şəxsən mən Aksana Rəsulovanın qrupirovkası bir nəfərdən ibarətdir və başçısı da özüməm. Və onu da demək istəyirəm ki, tamamilə doğru. Məni burada bir neçə nəfər çox dəhşətli dərəcədə qıcıqlandırır. Həqiqətən də qıcıqlandırır. Şəxsən. Qıcıqlandırır, bəli. Yəni mənim oyunuma, mənim burada olmağıma mane olur, belə demək. Mənəvi olaraq, psixoloji olaraq, belə deyək. Mənim də ya mən onlardan birini bugün uzaqlaşdıracağam, inşallah səs toplasam, ya da səs toplamasam, özüm çıxıb gələcəm ki, onları artıq görməyim. Sadəcə bu. Onların sırasında bir neçə nəfər mi var? Tək mi? Yox, onların sırasında əslində bir neçə nəfər var, amma bu günləri onların birin mən istəyərdim, hədəfim kimi deyim, açıqlayım və buna mənim təbii ki, öz səbəblərim var. Bəli, ad açıqlanacaq yoxsa yox? Ad açıqlanacaq, amma sizdən istəyərdim bir 15 dəqiqə vaxt ki, mən sadəcə onların hələ bilmir kimi açıqlayacağım, heç kim bilmir kimi açıqlayacağım. Amma mən istəyərdim, baxım görüm, gedişat necə olacaq. Yəni, heç kim bilmir ki, kimin adı açıqlanacaq? Bu şouda, burada heç kim bilmir ki. Yəni, 15 dəqiqə vaxt istəyirsiniz? 15 dəqiqə vaxt istəyirəm, amma bir şey də onu istəyərdim ki, tamaşaçılar da bilsinlər. Sadəcə mənim şəklimi atan insanlar əlin qaldıra bilərlər. Qaldırmaya da bilərsə, bilin ki, burada məcburi bir şey yoxdur. 4 şəkil, Təranə Qumral, İslam, Aqil və Vüqar-Vüqarlı. Əslində 5 şəkil idi amma, elə bir ki. Birini mən atmışdım, üzr istəyirəm. Bəlkə də. Hə?
mən dedim ki, atmayacağım. Nə sizin şəklinizi atacağım, nə də digər bir insanın istədiyini atacağım. Mən atdım Aqil müəllimi şəkli. Özün bilirsin ki. 15 Açıqlamağa ehtiyac yoxdur. necəsiz? Mən yaxşısınız. Millətim, salamlayıram sizləri. Bir alqış gəlsin, xahiş edirəm özünüzü alqışlayaq. Mən artıq buraya yaşayıram burada. Hörmətli izləyicilər, mən xatırlam ki, burada hədəfim biri mənəm. 15 dəqiqəyə gərək yox. Aksana'nın hədəflərindən biri. Mən açıq deyim də, 15 dəqiqə niyə uzadırsan ki? Yəni mən dinləyən ki, biz biləyik də oyunumuzu aparaq, mübarizəmizi aparaq. Belə deyək də, mən bura gələn gündən Aksana xanım mənə qarşı oyunlarını özünüz görüb, tamaşaçılar yaxşı, hər şeyi tamaşaçılar düzünə görür. Yəni mən sizə deyim ki, mənim Aksana xanımla heç bir düşmənçiliyim yoxdur. Mən burada gəlmişəm, onunla münasibətim yenə də normal olub. Amma belə deyək də, əgər hədəfi açıqlasa, biz şəxsən müdafiə. Çünki bura gələn gündən ilk belə bir söhbət olub ki, hər kəsin adını deyir, altdan iş görmürük. Mən belə deyim. Kim özünə hədəf sayır konkret? Birinci, mənəm hədəf, açıqlasın, 15 dəqiqəyə gərək yoxdur. Kimdirsə o səndən mübarizə aparsın da buradan. Kimdir hədəf? Diqqət. Sözlərim olacam. Azəriyə ki mən. Sonra kimdir hədəf? Səidə Sultan. Gəlin baxaq görək. Gəlin baxın görün. Büyütek Səidə Sultan necə gözəl bir. Ən gec büyütek otağından Səidə Sultan çıxır oradan. Sağ olsun Büyütek. Maşallah çox gözəl işçilər, qızlar çox gözəl işləyir. Mən də ki bu gün daha çox özümü bəyəndim. Allah sizdən də razı olsun. İndi Aksana əsas səni bəyənsin də sona qədər. Hə, bir onu deyə bilərəm ki, yəni bugünkü oyunda hədəfin biri də mən ola bilərəm. Çünki olur da qızlarda belə bir şey ki, bəzən elə şeylər var ki, burada mən üzr istəyirəm, hamı lider olmaq istəyir. Bilmirəm niyə, burada lider olmağa gəlmişik, yoxsa oyun oynamağa gəlmişik. Mənə elə gəlir bu oyunda qrup da olmalıdır ki, bu oyun mənalı, maraqlı. Nəyə görə Səidə hədəf, axı siz yaxın idiniz Oksana ilə, yoxsa yox? Əslində yaxın olmuşuq, sonra isə dostluğumuz olmayıb. Kim girib aranıza? Yox, belə heç kəs girməyib, sadəcə olaraq Bu şovda yəni hədəf sizsiz. qız-qıza olur da, arada bir zavis məsələləri olur. Yəni, Nə bilim, mən nə bilim. normaldır, yəni mən ona normal baxıram, hədəfin də biri mənəm. Hədəf Aksana. Yəni hardasa bir qıcıqlandıracaq bir şeylər var mı, hə? Əslində mən sizə bir şey deyim ki, mənim heç kimə paxıllığım yoxdur. Ümumiyyətlə həyatı boyu heç kimə paxıllığım olmayıb. Mən paxıl insan olsaydım, bugünkü günə qədər əlimdə nə nailiyyətlərim var, onu heç vaxt qazanam. Çünki paxıl insanlar heç vaxt qabağa gedə bilmir. Bəli, razıyam, elədir. Rus dilli Aksana paxıllıqdan danışır, Azərbaycan dilli Səidə Zavisdən. Seviyorum ya. Əziz dostlar, mən xüsusi bu fürsətdən istifadə bu 15 dəqiqə dedi. Aksana ama ihtiyac olmadı. Azər dedi ki, hədəfin biri mən, Səidə dedi ki, hədəfin biri mən. Nəyə görə də yox. Amma Aksanı təsdiqləmədi. Mən isə xüsusi hədəf olan bir iş haqqında sizə məlumat vermək istəyirəm. Hədəf həqiqətən bu müddət ərzində pilot rezidensin premium mənzilləri olmalıdır. Dostlar, xüsusi vurulmaq istərdik ki, binaların istədiyi ərazi, yəni Nizami küçəsi 4 ünvanı bir neçə əsr bundan əvvəl Bakı xanlarının yaşadığı bir məkan olub. Xanlara layiq məkanda yaşamağa kim istəməz ki? Əlbəttə ki, əziz dostlar, siz bina klassik üslub və Bakımızın digər görkəmli tarixi tikintiləri kimi yüzilliklərlə nəsildən nəsilə qalması üçün monolit dəmir beton karkas texnologiyasıyla 8 ballıq seismik hər hansı bir pozuntuya davamlı olaraq inşa edilib və xatırladıram ki, bu layihənin artıq inşası başlayıb. Mənzillərin sayı olduqca azdır və bu layihə üçün əlbəttə istəyənlər çoxdur. Vaxt itirmədən Ulduz 3555 Ulduz 3555 24 saat çalışan nömrə. Sizin ixtiyarınızda zəng vurun, ətraflı məlumat alın. Premium mənzillər yalnız Pilot Residence şirkətində. Təşəkkür edirəm. Bu layihə həqiqətən də çox gözəl bir layihədir, şəhərin mərkəzindədir və bizim bugün bu müddət ərzində finalçılarımız üçün hər bir sponsor adından xüsusi bir hədiyyələrimiz var. Yalnız 3 finalçı, finala qalan 3 nəfər ən böyük hədiyyələr alacaq. Amma bu müddət ərzində hədiyyələr əlbəttə dayanmır, gözəldir. Mən nəinki iştirakçılarımız, bizim özümüzə olan hədiyyələr haqqında danışmaq istəyirəm. Xalqımız, millətimiz üçün ən böyük hədiyyə
dövlətimiz üçün ən böyük hədiyyə bizim vətəndaşların uğurlarıdır. Və bu müddət ərzində çox böyük bir uğur baş verib. Əziz dostlar, mən xüsusi sevgi ilə, xüsusi hörmətlə və sizin dayanmayan olan alqışlarınızla bu alqışlar sedası altında Şəfəq Heydərova, Ayşən Abdüləzimova və dünyanın ən güclü hücumçularından biri olan Polina Rəhimovanı burada bu şouda ürəkdən alqışlayıram. Və bizim dostlarımız gülümdən bax belə bir gözəl güllərlə. Gəlin Simon Amik, gəlin. Xahiş edirəm. Bax bu gözəl xanımlara olan bizim hədiyyələrimiz, idmançılarımız olan hədiyyələrlə bəli, bu gözəl voleybolçu xanımlara bir ateşli alqışlar. Qızlar, kim dansacaq? Xahiş edirəm. Bu alqışların səbəbi təkcə sizin gözəlliyiniz, xarici görkəminiz və deyil. Əlbəttə, bu alqışların səbəbi sizin hətta böyük bir uğurunuzdur. Buyurun. Bəli, bizim qadınlardan ibarət milli komandamız dünən artıq 4-cü dəfə dünya çempionatına vəsiqə qazandı. Avropanın, dünyanın ən məşhur komandalarından biri. Hollandiya millisini biz 3-0 hesabı ilə qalib gəldik. 5 gün oyunlar oldu. 5 günün 5-ində də qızlarımız heç bir xal vermədi rəqibinə. 3-0 bütün oyunları qalib gəldilər. Deyərdim ki, çox baxımlı, çox gözəl oyunlar edələsin verilişiniz kimi biz də izləyirik. Oyuncularımıza da uğurlar arzu edirik. Bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu tək bizim uğurumuz deyil, bütün xalqımızın uğurudur. Çox sağ olun bizi də dəvət etdiyiniz üçün. Dəyərli vaxtınızı bizə ayırdığınıza görə sadəcə olaraq təşəkkür etmək istəyirəm. Yəni təşəkkür azdır. Buna görə federasiyadan da sizə Ayşən təqdim etsin. Sizin çünki komandanız səhərlər fitnesslə məşğul olur, elə voleybol da oynayarlar arada. Minnətdaram dostlar, bizim milli voleybolçu qızlarımıza, gözəllərlərinə bir gürültülü alqışlar. Təşəkkür edirik. Minnətdarıq sizə. Çox sağ olun. Bu gözəl bir hadisələri yaşadıq sizin sayənizdə. Bizi çox qürurlandırdı. Çox sağ olun. Həmişə gözəl olasınız. Həmişə siz olasınız. Gülümə də təşəkkürlər bu gözəl güllərə görə. Dostlar, voleybolçu qızlara, ümumiyyət Azərbaycan limançılara bir gürültülü alqışlar. Çox sağ olun. Çox sağ olun dostlar. Minnətdaram. Həm voleybol federasiyası, həm gözəl bizim məşqçimiz Faiq mənim Qarayevə və onun heyətinə, onun komandasına buradan ateşli salamlar. Mənim çox hörmət bəslədiyim dostum Faiq müəllimə buradan uğurlar arzulayıram. Hər zaman komandanın başında olsun, rəhbərlik etsin və bizim millimiz, bizim bayrağımız daha da ucalsın. Çox sağ olsunlar. Dostlar, bu andan olan nəticələr belədir. Aksana Rəsulovanın qalıb getməyi məsələsi bugün sual altında olsa da bir cavabını tapacaq şounun sonunda. Amma bu dəqiqəyə 25,62% səslə. Aksana, bilmirəm nə baş verir, bilmirəm kimdir, nəçidir, nəyə görə. Amma hər halda bu mənə elə gəlir ki, konkret hədəf açıqlanmayana qədər bu hamı ilə olan mübarizədir. Həm Azərlə, həm Sərxanla, həm Vüqarlıyla, həm Aqillə, nə bilim, sonra dostlar, İslamın özü ilə, hə? İslam səni çıxarda bilər, yoxsa yox? Yox. Yox. Nadir Qafarzadəni necə? Çıxartsa, mən ona bacı deməyəcəm. Yaxşı. Tərəni xanım, bu tərəfsizsiz. Aksan o tərəfdədir. Hədəfsiz ola bilərsinizmi, yoxsa yox? Bilmirəm, əslində mən heç bir qruplaşmada deyiləm, amma kim deyir mənim şəklimi at, mən onun şəklini atıram. Amma inanıram ki, Aksananın hədəfi mən deyiləm. Tərən xanım, bəs şəklini atanda bir sığortalanmadınız, fikirləşmədiniz ki, bəs elə eləyək ki, mən soruşmadınız Aksana, ola bilərmi ki, mən ola bilərəm? Yox, mən Aksanaya inandığım üçün mən bilirəm ki, o mənim şəklimi atmaz bugün. İnandığınız üçün. Kim kimə inanır? Bir göydəki Allah'a inanırıq. Biz insan insana necə inansın? Bu şovdan sonra ümumiyyət insan insana inanmaz. Mən hər halda heç özümə inanmıram sonuna qədər. Düzdə qalsın, hə Seydə? Fərdə, axşamın xeyir, xoş gördük səni. Bugün Fərdə ilə bağlı müəyyən bir narahatçılıq yaşadıq, amma şükür Allah, hər şey qaydasındadır.
bir süjet var. Elə Fərdanın özü ilə bağlı. İmkan varsa gəlin baxaq və bizim şanlı şöhrətli gözəl həkimlərimizə bu süjetdən sonra 2 qat alqışlar ünvanlayaq. Gəlin baxaq diqqətlə. Gülməyin yerini mənim qədər bilən var burada. Gülməyin yeri var. Gülürlər də, küsənə gülürlər. Hər şeydən o tərəfə. Bura adam gəlib, həkim gəlib, sujet çəkilir. Mən burada səsimlə bağlı problem var. Mən yoldaşlıq hər şeydən Qışqırma, qışqırsan Qarda, daha da şey olur. qardaş da mən et bilmirdim. Mənə qalırsa mən et bilmirdim sən orada nəsə bırak. Bu gülür, bu danışdırır, O güldürür. getsin güləyim də. Mən o cüzə səsinə məndən çox gülən yoxdur. Amma burada yoldaşlarımızdan birinin boğazında problem var. Razıyam. Başa düşürsən qardaş? Mən o yoldaşlıqdan danışıram. Bu da yazışı ki mən... Təsəvvürlə İslamın orada ayağı ağrır, həkim müalicə, biz burada har, hic. Həkim faniatr Süleymanov Kamil, Fərda bəyin müraciəti nəticəsində Maşın Şoya yaxınlaşdıq. Səs tellərində yaranmış şikayəti ilə əlaqədar ilkin müayinəsini apardıq və klinik bir şəraitdə Fərda bəyin səs tellərinin endoskopik müayinəsini aparaq. Və ona görə biz təşkilatçılara müraciət edirik. Qısa müddətlik Fərda bəyi şoudan ayırmaq istəyirik. İndi Fərda, həkimlərimizə Respublika Xəstəxanası yaxın olduğundan elə müraciət edə yaxın olan məkana sağ olsunlar, minnətdaram, əsirgəmədilər. Doktor Kamilə minnətdarıq və bütün heyətə minnətdarıq. Və indi güləcəksən, amma onların bizə də xahiş edədir ibarətdir. Xahiş edir ki, yəni... Son günlərdə hamınızı salamlayıram ilk öncə, xoş gəlmisiniz. Son günlərdə məni o qədər danışdırdın ki, Allah səndən razı olsun. Burada gör nə qədər oyuncu var. O Dalovlu çıxışlardan sonra səsim batdı. İndi ən çox səs bu dəqiqə mənə lazımdır. İndi deyirlər də deyib ki, ən az danışan qoy elə Fərdi olsun. Fərdi az danışsın, xahiş edirsən, qoy yansın, Həlcan, az danışsın. Qoy az danışsın, həkimlə deyir ki, Aksanla hədəfi ola bilsin ki, elə Elcanın özüdür, hə? Həkimlərin qərarı məni pis elədi, açıq istəyirəm ondan danışım. Deyirlər, 1 saatdan çox ayaq üstə durmaq olmaz və əli nəyinsə üstündə stabil saxlamaq olmaz. Yəni, birbaşa deyir, əlaqəlidir boğazla. Ona görə... Yanında ağır çəkili adam olmasın. Bir halda ola bilər ki, yanında belə bir oğlan olsa olmaz. Yəni, ona görə ola bilər Aksana kömək eləmək istəsin Fərdiyə. Hər halda indi həkimlər və Aksana özü də həkimdir. Ola bilər o nöqteyi nəzərdən yaxınlaşsın məsələyə. Elcan, indi zarafat bir qırağa. Həqiqətən ola bilərmi ki, Aksananın hədəfi sən ola bilərsən? Aksana deyir, yox, ola bilməz. Amma oyun ərzində mənim özümün də bir qərarım ola bilər. Gözləyirəm. Aksananın hədəfi deyə dolandım maşın ətrafında. Bir cavab tapa bilmədim. Gəlin onda o zaman bir süjetə baxaq. Qardaş, mənim xoşuma gəlmir belə şeylər. Burada hamının sinir sistemi eyni deyil. Yox, sinir sistemi eyni deyilsə... O dünənkindən sonra tab gətirir. Bütün axşamı dünən fikirləşib, mən onu oynayacağım. Nə oldu dünən üstüvə balta kənənti ilə gələnlər birdən-birə? Bəlkə şorzadı gəlsiz. Buyurun oturun. Qəşət olmamız var. Olmur elə şey. Mili bırak da. Hə, elə şey olmur. Gör söhbətə bax da. Deməli deyir ki, dünənlər canlı efirdə deyir ki, Agil, sən başqa adam çıxart Kenan, qoy Kenan qalsın mənə. Sən də öyrədin ondan bir gün qabaq izləyimiyə, onun torbasını tikə. Hələ atam mənim üstünə qışqıra bilmir. Niyə görə mənə kimsə qışqıra bilmir? Nə fərqi var ki? Biz mədəniyyət, mən xanımam, düz demirəm. Mənim kişi niyə görə üstümə qışqırmalıdır? Mənim niyə görə kimsə üstümə qışqırmalıdır? İminlə bu səbəbə görə mən çıxıb onu çıxartacağam. Aksana onun üzərinə kiminsə qışqırdığından narazıdır, hə?
Deməli, mən əvvəldən demişəm, burada hər şey başqa. Qışqırmaq süjetini verək yoxsa özüm? Yox, mənə aiddir. Ha. Versinlər, burada heç kim qışqır. Aksana, sən hər kəsin burada iynələməklə kimsə kişi sənə qışqıra bilər, yəni kişi cinsinin nümayəndəsi. Niyə? Amma orada iynəli sözlər atır. Necə? Qadın adı, kişi qışqırar qadına? Yox, mən özümü, yəni tamaşaçılara qarşı biraz, siz necə, burada elə bir təəssürat yaratmaq istəyirlər ki, mən qışqırdım buna, tamaşaçılar baxsın. Deyirsən ki, kişi qadına qışqırar, olar elə şey? İnşallah verərsiniz, göstərək nə üstünüz olub. Burada söhbət başqa cürdür. Biz budağı, ağacı kəsdik, kökün kəsdik. Əvvəlki ağacı. Budaq qalıb, düşüb yerə calaq yaradır. Hansı budaqdır? O ağacın budağı da, hansı ki biz kimdir o? Göndərdik digərlərini. Aksana xanım, Aqil bəy, maşallah birləşiblər. O digərlərində çəkirlər özlərinə. Mən sizə deyim də, burada oyun necədir. Bugün əslində tam başqa bir şey olmalıdır. Mənim bugün burada davam bu idi ki, oynamayan oynansın. Bax, indi mən belə bir söz deyəcəm. Hər kəsə aid xahiş eləm, oynamayanlara. Nədən qorxursunuz? Nədən qorxursunuz ki, bura çıxmağa? Sərxana aiddir, Vüqara aiddir, Fərdəyə aiddir, Elcan. Üzr istəyirəm. Burada, Fərdə, bir dəqiqə, mən söz verilibsən, mən danışım da. Burada biz siz necə təəssürat yaradıblar? Deyir ki, mən öz mübarizəmə aparam, Fərdə, ehtiyac yoxdur. Burada belə bir şey, xalqa belə bir şey çatdırırlar. Yəni, insanlar burada deyir ki, gəlin çıxar, Tərəna xanıma demişəm. Tərəna xanım, gəlin çıxardaq sizi, çıxın oynayın, Fərdə çıxın oynayın da. Burada belə deyir, yox. Niyə çıxmırlar, nə deyirlər? Murad bəy, kim mənim şəklimi atsa, bax, bilirəm ha, kim mənim şəklimi atsa, mən o adamlardan birini çıxardacağım. Niyə? Evə gedəcəm, üzr istəyirəm, mən danışım sonra. Evə gedəcəyik. Futbol mübarizəsində finala qalan şəxs biri uduzu, biri udur. Penaltilərdə udzur. Azər, onda niyə sizin şəkliniz çıxmır burada? Murad bəy, deyim. Belə bir təəssürat var ki, çünki məni atmadılar ki, danışıldı ki, Aksana xanım atılsın. Deyirdin də, o anda gəlib deyirdin ki, yox, Aksana bir dəqiqə. Kim, yox. Demişəm, bax Sərxana ki, oynamayanların şəklini atır. Demişik Sərxan. Demiş, danmırsan ki. Digərlərinə də demişik ki, oynamayanların şəklini atırıq, çıxsın oynasın. Hər kəs bir dəfə oynasın. Amma burada bəlli olur ki, kimlər artıq başqa cür danışır. Azər, deyim nəyə görə? Deyirsən nəyə görə hamı sakit durur? Hamıya sərf eləyir bu vəziyyət. Hamıya. Hamıya sərf. Sərxan müəllim gəlib burada yesin tükü də elə bil. Keyfdədir. Gedir Pullman otelinə. İstirahət eləyir. 5 ulduz otel, istirahət eləyir. Sən Vüqarda harada görə bilərsən? Baseyndə, spada. Şəhərin mərkəzində hansı oteldə spa var? Belə gözəl bir şəhər. Ən böyük spa Bakı şəhərində Pullman oteldədir. Hamı da orada, hamı istirahət edir, Vüqarda bax, get-gedə cavanlaşır. Saç düzüm də dəyişib, stili də dəyişib. Salonuna sağ olsun, saç düzümü də düzəltdilər. Buradan sonra qayıdırlar, büyütəkə gəlib düzənirlər, nə bilim, filan fiş məkan. Sonra gedirlər, parklarda yemək yeyirlər. Qardaş, nə istəyirsiniz? Azər, kim istəyər ki şəklə? Mən sizin aranızda olsa bir 100 kiloda kökələrəm. Hara gedirəm? Bugün mən dedim ki, atın mənim şəklimi, mən çıxım oynayayım. Dedin. Kimə dedin? Demişəm. Kimə deməmişəm desin. Burada biraz dürüst olun, düz olun. Oyuncu, mən acı sözüm bilsin nədir Murad mənim. Mən düzün deyirəm, acılı gəlir. Bax, bunu kim istəyir təsdiqləsin. Mən öz proqramımda da düzünü deyirəm, acılı gələm. Burada da. Yəni, o doğrudan da belədir. Düzünü deyin, oyun oynayın. Bura nə üçün gəlmişim? Mən bura istirahətə gəlməmişəm. Burada hamı bir-birinlə danışır ki, bugün qalım, sabah mən çıxacam. Büksün mən çıxacam. Bir nəfər çıxmaz. Uzadırlar. Murad müəllim, burada çox danışanlar ki, hansı ki deyir ki, mən atacağım şəklinizi falan. Üzr istəyirəm, imkan versələr. İmkan verəcəklər. Gəlin baxaq nəticələrə, sonra hamıya imkan verək, hamı danışsın. Nəticələr bu dəqiqə belədir. Aksana, 33,35% səs verən tamaşaçı qalsın deyir. Digərlər əksəriyyət bu dəqiqə yox deyir. Aksana, qayıdacaq dərhal reklamlardan sonra. Qaydın bizə, heç ayrılmayın, Maşın Şouda qarşı durmadayıq. Əziz dostlar, Maşın Reality Showsundayıq və əsl gücümüzü göstərmək istəyirsə məhz Karabao ilə göstəririk. Dostlar, bu müddət ərzində Karabao enerji ilişkiləri bizim əsas tərəfdaşlarımızdır bu müddət ərzində. Karabaonu biz seçirik, içirik, güclənirik və bu müddət ərzində hər şəxs bu şouda Karabaonun ləzzətini xüsusi duyur. Ona görə ki, Karabao sinir sistemimizi və immunitetimizi möhkəmləndirəcək bir içkidir.
B6 və B12 kimi ən zəruri vitaminlərlə zəngindir. Və Qarabao sizin enerji deponuzdur. Yorğunluğunuzu aradan qaldırmaq üçün təbii tərkibə sahibdir. Qarabao şoumuzun əsas enerji içkisidir. Biz Qarabaonu seçirik və sizinlə bərabər Qarabao içirik. Dostlar, bugün şoumuzda Aksana Rəsulovanın aqibəti həll olunur və Aksana deməzdim ki, çaşqınlıq içindədir. Yox, artıq hədəfi bəllidir. Azər və ya Səidə, mən belə başa düşürəm, hə, yoxsa yox? Dünən, Murad müəllim, dünən mənim eşitdiyimə görə öz qulaqlarıma mənə bir balaca bir təxribat yarar. İndiyənə qədər 6 gün içində hər kəs kim istəyir bura çıxmaq, gəlib deyib ki, uşaqlar, mən çıxmaq istəyirəm, mənim şəklimi atın, mən özüm razı, çünki psixoloji hazırlıq lazımdır bura çıxmaq üçün. Mən də uşaqlara, yəni hamısına demişəm, nəinki mən Nadir də deyib opusu da, yəni ki, belə gizlin açıq oyun aparaq, düzdür? Dünənləri mənə qarşı bir təxribatı eşitdim. Səhərsi gün mən gəldim, hamıya dedim ki, uşaqlar, mən bu günləri bura çıxmaq istəmirəm. Dedim mən bunu, istəmirəm çıxmaq. Amma elə oldu ki, bəzi münaqişəmiz oldu Azərlə mənim aramda. Azər səs tonu, mən demirəm, üzr istəyirəm, mən tamaşaçılardan dönə-dönə xahiş edirəm. Baxın, əziz tamaşaçılar, burada qalmaqallar olur, bizim aramızda çox böyük sporlar olur, bəli. Amma onu unutmayın ki, biz burada hərəmiz özünə görə bir şəxsiyyətdir. Hərəmiz. Hərənin öz individual olaraq xasiyyəti, xüsusiyyəti var. Mən bunu çox gözəl başa düşüb və hörmətlə yanaşıram. Və ona görə də mənim sadəcə bir tək arzum odur ki, burada cəmi cümlatanı 3 dənə qadın qalıb və ona dəstək olmaq, heç olmasa oyunda iştirakçılar ola bilmirsə, heç olmasa mədəni davranaq. Mən xanımam, amma mən zəif məxluq deyiləm, onu bilmək istəyirəm və mənim həqiqətən də xoşuma gəlməyən o oldu ki, Azər Zahid bu günləri mənim üstümə səs tonunu qaldırdı. Hətta mənim ona cavabım da oldu. Azər, sən mənim kişim deyilsən, sən mənim qardaşım deyilsən, sən mənim sevgilim deyilsən ki, mənə səs tonumu qaldırasan. Ona görə də xahiş edirəm, səs tonumu aşağı sal. Nə olursa olsun, hamı gərgindir, nə olsun, amma olmaz. Olmaz, bu bir. İkincisi, mən onu demək istəyərdim ki, bu oyun, bəli, bir qrupirovka var ki, ikisində də iki nəfərdən ibarətdir. Biri Səidə Sultan, biri də ki, Azər Zahid. Mən bu şoya gələndə dedim ki, mən xanımlara əl vurmayacağam. Mən bunu dedim və dedim ki, mənim hələ rəqibim məhz kişi xeylağı olacaq. Əziz tamaşaçılar, əgər siz məni bu şouda görmək istəyirsinizsə, dəstək olmaq istəyirsinizsə, mənə Azər Zahidi bu şoudan kənarlaşdırmağa kömək edin. Təşəkkürlər. Bu belə. Bəli, mən sizə ünvanlayanda hansısa işarələr demək istəyirdim ki, yəni Səidə Sultandan artıq keçdi dostlar. Bu söhbət həqiqətən də Aksan onu təsdiqlədi. Söhbət yalnız Azər Zahiddən gedir, belə. Mən deməyəcəm, xanımla mübarizə eləyirəm, yox. Kim kimi layiq görürsə, tamaşaçılar, buradakı iştirakçılar yox. Tamaşaçılar, kimi burada görmək istəyirlərsə qalsın. Gedəcəm evə çox rahat, hamı ilə sağlaşacam, Aksanla səndən sağlaşacam, hamını da öpəcəm. Əslində çox mənim üçün gözəl oldu, ulduz həyatı, maraqlı, yəni bu mənim üçün maraqlı idi. Həm də bir istirahət elədik də, beynimiz açıldı. Sanki belə vidalaşırsınız bizdən. Yox, vidalaşmıram, sözümü deyirəm. O ki qaldı mübahisəyə, ilk gələn gündən mənə uzaqlaşdırılan bir Aksanadır, istəyirdi. Sujetlər də var idi, Kənangillə burada danışığı da var idi, İslam vasitəsilə məni çıxartmağı. Bunu da qoyduq kənara. Amma çox gözəl xanımdır, çox ağıllı xanımdır. Nəyə görə? Qəşəng strategiyası var. Hər kəsə söz atır, sən nə vaxt gedəsən, falan kəs nə vaxt eləyəsən, onu hərəyə bir söz atır, iynəliyir və adam yığır, cavab verir. Çox üzr istəyirəm, siz danışanda mən hörmətsiz elədimsə, o sujet varsa onu təqdim eləsinlər. Əgər orada xalqın göz tərəzidir, orada görsünlər ki, gör mən hansı həddə ona cavab verdim. Yəni, elə bir... Var elə biz, dostlar, var. Tural Sevdimalı, var mı elə? Bəli, Tural, mən bir göstərin o sujeti. Mübahisə səbəbidir o. Göstərin uşaqlar sujeti, gəlin baxın. Qoy tamaşaçılar görsün ki, mən səhvəmsə, tamaşaçılar səhvə yolda... Diqqət, gəlin baxaq. Sən adamı yandıram sənədi, ora ürək eləyib çıxım yanına, gəlib burada aləmi qatır. Eləmir, heç kim çıxmaq istəmir görürsün. Uşaqlar, mən yenə deyirəm, mən sabaha özümü... Birisi günə mən çıxacam. Sən otur, sən danışma. Amma bugün kimsə çıxmalıdır axı ora. Hə, sən bugün yoxsan. Atma həm çəkim. İstəyirsiniz belə? Olmaz elə. Yox. Ən azından İslamla mən mübarizə aparmışam. O stresi yaşamışam. Yaşamayan çıxsın da.
də, düz deyir də uşaq. Allah olsun düz deyir. Hamı oynamalıdır. Hayda, кто? Səncə? Okey. Heç kim heç kimdən danışmayıb ki, Quran haqqı heç kim heç kimdən danışmayıb. Ya bir nəfər çıxsın özümüzdən dabrovolni, ya da ki, mən özümün beynində olanı atacağım. Deyirsən ki, heç kim heç kimlə danışmır, qruplaşma. Mən danışmamışam, ay Aqsan, qurbansın. Birincisi mənim üstümə qışqırma, bu bir. Sən sözünü iynələmə. Mənim üstümə qışqırma. İynələmə Aqsana. Mənim səndən işim yoxsa mənə toxunma. Mən toxunma. Mənim bilirsən ki, mənim ən pis yerim odur ki, iynə atmaq. Mən sənə nə iynə atarım? Sözüm var üzümə de, açıq de. Deyirəm də. İynələmə adama. Çıx, məni çıxart. Mən çox xahiş edirəm. Mən hamıya demək istəyirəm. Bu günləri mənim şəklimi Mənası yoxdur. Çünki mən Agil mənim şəklimi atırsan mənim şəklimi. Atırsan mənim şəklimi. Xahiş elədim səndən. Xahiş edirəm, at şəklimi. Atmasın səni çıxardacağam. Mənim quyruğumu tapdalayan xeyir tapmayacaq. Azər, o səni çıxartmayacaq. Bu mən sənə deyirəm. İlmi mənə çıxart. Yox. Çıxartın məni bu bazıya. Baxarsan. Gəlsin Aqsan elə bir söz deyəcək ki, məndən çıxsın. Azər, mən sənə spora girərəm. Azər, mən sənə spor, o səni çıxartmayacaq. Aqsana, indi ədalət naminə deməliyik də. Ya Aqsana həyatında qışqırıq eşitməyib. Ya da ki, bu sevindirici bir haldır ki, biraz səs tonunu biraz... Bəli. Хорошо, yaxşı. Əgər mən iynələdimsə, bu əgər iynədirsə, olar mən bu iynəni tamaşaçılara açıqlayım, nə iynədir? Deməli, Azər deyir ki, mən heç kimdən danışmamışam ki, mən kimin şəklini atacağam, Quran haqqı. Bir dəqiqə. Mən də dedim ki, Azər, necə sən heç kimlə danışmamışsın? Biz hamımız burada danışırıq və Qurana and içmək lazımdır. Bu da mənə qayıtdı ki, sən mən niyə görə iynələyirsən? Bu iynələdim, iynələmədir. Siz deyəsən artıq şatdığınızda şiddiyə eləyirsiniz, ona görə də. İslam, sual. Bəli. İslam, sual. Sadəcə sual bilirəm ki, sən düzün danışan oğlansan. Bəli. Kimi çıxardacaq Aqsanı? Aqsana kimi çıxardacaq? Hal-hazırda mən elə bilirəm ki, Azəri. Bəs sən Azərə deyirdin ki, Azəri çıxartmayacaq? Həmən vaxtı istəyirdim sakit olsunlar da. Niyə qırsınlar bir-birinə? Başımız ağrır. Valla dözmür. Baş ucu xarab olub. Özümə danışıram. Deyəsən, İslam ilə finala hazırlaşır deyə rahat yolları açıqlayır. Açır. Bəli, Vüqar, yaxınlaşacağım. Sadəcə bir məsələni deyim. Bilməm indi Vüqar və digərlər və kimsə bu dəqiqə, bu yay ərzində adətən bu elə bir mövsümdür ki, insanlar istər-istəməz müəyyən bir mərhələnin keçididir. Evlərini təmir etdirən və ya ev sahibləri və böyük tikinti layihəsinin rəhbərləri sizin üçün gözəl bir xəbərimiz var. Artıq mənzillərin daxilində ara kəsmələri hörmək asan və çox sərfəli oldu. Yəni, ara kəsmələri düzəltmək üçün əvvəlki kimi kərpicdən divar hörmək, sonra onun üzərinə qara suvaq vurmaq, sonra da qara suvağın üzərinə astar və ya üzdüş bakrovka vurmaq lazım deyil. Bu 4 işin əvəzinə ancaq blokban istifadə etmək lazımdır. Blokban istifadə etmək kifayətdir, dostlar. Ətraflı məlumat üçün Ulduz 30 nömrəsinə müraciət edin və baxın görün necə həzz alacaqsınız işdən. Rahat, sərfəli və çox gözəl bir ucuz qiymətə gözəl işinizi daha da yaxşı quracaqsınız. Blokban, natural gips əsaslı blokban. Təşəkkür edirik. Bugün şoumuzun çox dəyərli qonaqları var. Əziz dostlar, xatırladıram ki, Maşın reality şousu son günlər ərzində xüsusi bir tamaşaçı rəğbətinə səbəbdir. Azərbaycan televiziyasının ən böyük televiziya meydanıdır. Bugün burada hamının diqqəti var və heç şübhəsiz ki, mən bu şouda bir neçə insan görmək istəyirdim. İştirakçı qismində bugün isə məhz tamaşaçı qismində görəm. Bilirəm ki, bu xanım şouya gəlsəydi, bu dəfə həqiqətən də daha yeni bir, süper bir öz mahnılarından birini bizə həsr edərdi. Əziz dostlar, Maşının qeyri-rəsmi himninin müəllifi, əziz dostum, hörmət bəslədiyim, gözəl həm bəstəkar, həm ifaçı, həm gözəl piyanoçu, həm gözəl bir şairə, bəli. Bəyənməyən özləri bilər, amma insan yazır. Yəni bunu saxlamaq olmur. İnsanda varsa bunu saxlamaq olmur. Elza Seyid Cahan bugün bizimlə bərabərdir. Elza xanım, əzizim Elza, şadam sizi görün burada. Mən orada görmək istədim sizi. Amma Elza xanım dedi ki, mənim layihələrim var, işlərim var deyə. Amma şadam yenə də, xoş gəlmişsiniz.
Çox sağ olun. Mən də əlbəttə ki, bütün maşın ətrafında olan dostlarımızı salamlayıram. İstər-istəməz bilmirəm nədəndir, doğrudan da narahatıq sizin üçün, çox narahatıq. Çünki adətən görürsünüz, bacı-qardaş arasında da maddiyyat üstündə hərdən... Bu barədə deyirlər ki, Elza xanım ən gözəl mövzulara, ən gündəmdə olan işlərə şeir yazır. Bu bacı-qardaş məsələsində də şeir yazmış. Var elə bir şey? Bəli, bacı-qardaş deyəndə ki, adətən bacı-qardaş arasında da maddiyyat üzərində mənəviyyatlarını itirirlər. Doğrudan da çətindir burada. Uğurlar arzu edirəm. Ancaq mən də dünən Hacı Nuran, mənim dostum, canım, qardaşım bir tədbirdə görüşdük. Dedi ki, biz sanki bacı-qardaşıq, stillərimiz, geyimlərimiz. Mən də şəkli paylaşanda elə bir gözəl bir bənd şeir yazıldı. Bacı-qardaş demişəm orada. Gündəmimizin necə simvolu bacı-qardaş olduğu üçün hər kəs bu şeiri izlədi, oxudu. Nə deyim? Bütün qonaqları salamlayıram. Bir daha öpürəm, hamınızı bağrıma basıram. Çox sağ olun, çox sağ olun, mənim əzizim. Mən valla sizin şeirlərinizi dinləyirəm, düzdə qalsın. Amma sizin mahnılarınız daha çox xoşuma gəlir. Bilərsiniz. Daha çox xoşuma gəlir və bir şey deyim də, mənim bu illər ərzində ən sevdiyim mahnılardan biri elə Elza xanıma məxsusdur. Mənim çox sevdiyim bir ulduzumuz, mənim çox yaxın dostum, Briyan xanım Dadaşovan ifasında Toy Adamları mahnısının müəllifi də mənim canım ciyərim Elza xanımdır. Çox sağ olun. Molla Pənah Vaqif. Molla Pənah Vaqifin də çox sağ olun. Biləsiniz ki, mən sizin mahnılarınızı daha çox sevirəm. İncimirsiniz məndən? Mən sizin xahişinizi nəzərə alacağım. Amma siz də növbəti dəfə bu maşın yox, vertolyat olsa mən gələrəm. Mən sizi təyyarəyə çağıracağım. Elza Seyircan dostlar. Uşaq yaxınlaşacağım sadəcə bir saniyə. Vüqarlı artıq ikinci dəfə işarə eləyir. Hamınızı salamlayıram. Birincisi demək istəyirəm ki, adam paxıl olmaz. Siz gecələr 4-ə kimi qruplaşırsınızsa, ora-bura pıçı, mən gəlib yatıram. Səhərlər də gedirəm, saunama da gedirəm, jacuzziyə də və s. Bu bir. O özüm bilərəm, idmana da gedirəm. Mən özümü hazırlaşdırıram. Mən gəlmişəm maşını udmağa. Bu bir. Düzdür, kişi deyir ki, mən finala hazırlaşıram. Finalda bilirsiniz də, final şərtlərini bilən var yoxsa yox? Bilməyənlər bilirsin. Ay Vüqar, bunlar bilmirlər axı, bir başa salmaq. Cavanlar var burada. Üsbət edirəm ki, başa salmağa, amma çatdırmır. Dostlar. İkincisi də əsas məsələ. İkincisi də o ki, qaldı ki, kim çıxmayanlar ora çıxsın və s. Azər, sən hamısından yaxşı bilirsən ki, 2 gündə özümü dağıdıram ki, mən sabah, yəni ayın 5-i, bəli, mən ayın 5-i 2 gün bundan qabaq dedim ki, uşaqlar, indi özünüz eləyin, nə istəyirsiniz? Ayın 5-i mən buradayım, onsuz da... Nə deməkdir bu yəni? 5-i nə tarixdir ki belə? Tarixdir öyle yəni ki, arzumdur ki... Aksana çıxsın bugün səni çıxarsın Vüqar. Necə olacaq onda? Arzuma çatmaram sadəcə olaraq. Heç bir problem yox. Yəni ki, onu başa salmaq istəyirəm ki, hamımız burada olmalıyıq. Maşını bura çıxmamış udmaq mümkün deyil, qardaş. Bunu bilirsiniz hansı Vüqar deyir? 3 dəfə rekord vuran şəxs. Çıxıb 3 dəfə səs toplayıb qayıdıb maşın ətrafında. Həmən Vüqarlıdır. Alqışlayaq Vüqarı. Sabah mən buradayım, o kürsüdəyim inşallah. Vüqar, sabahki gün bildik. Hədəfin var sabah? Artıq var. Kim? Yox, onu sabah deyəcəm. Onu sabah baseyndən sonra. Qoy heç olmasa bugün də biraz narahat yatsın. Hovuzdan sonra açıqlayacaq. Mən bir şey deyəcəm, hörmətli izləyicilər. Əslində, xanım vurğulayır ki, burada hər kəsin ağzından çıxan kəlmə onun əleyhinə işləyir. Düz söz ifadə eləyin. Baxın, deyirsiniz ki, qruplaşma səidə eləməm. Mən necə qruplaşa bilərəm ki, siz toparlayıb başınıza mənə çıxardırsınız. Sənin şəkli vaxtdırmısan, Aksana xanım. Bu necə qrup ola bilər ki, Murad bəy? Mən qruplaşma olsaydım, mən kimin öz aradamda... Düzdür, nə söyləyərdi də? Öz adamlarımıza şəklini atardım, çıxartdırardım bir nəfəri, səni çıxartdırardım. Aksana, düz deyir axı, yox. Onda elə çıxır ki, haqqına deyir axı, yox. Haqqına elə deyirsə, onda haqqına elə deyirsə, problem yoxdur. Onda niyə görə? Onda biz də elə Səidə çıxanda bura və Pərvin xanımı çıxardanda hamıya gəldi, yaxınlaşdı. O necə olur? Siz düzgün seçim eləmirdiniz. Siz burada hər kəlməni kimdənsə istifadə edirdiniz. Kənan, Pərvin xanım kimdənsə istifadə edirdi, adlardan istifadə. Biz də onun lehinə çıxırdıq ki, belə olmaz. Bura oyunu gəlmişsə maşını udmağa. Səidə, diqqət! Azərbaycan, diqqət!
Yəni bax burada o qızın çıxmağından danışırlar ki, Səidə, mənim o qızdan heç bir qəsdi qərəzliyim yox idi. Və mən o qıza heç vaxtda Fərdin Abıyevdən söhbət gedir. Bəli. Və onun sadəcə olaraq mənim ona dəyməyimdə səbəb oldu ki, onun yəni elədiyi söz var idi deyə çox pis çıxırdı və bizə minlərlə tamaşaçılar baxırdı və o pərdə saxlamadardı. Mən ona görə ona çıxdım, oyundan uzaqlaşdırdım. Amma mən Bir dəqiqə, Fərdin amma çıxıb üzr istəmişdi. Həm şəraitdən, həm mühitdən, həm baş verən hadisə onu da yaddan çıxartmıyor, Səidə. Murad müəllim, efirə işləmək lazım deyil. Adamlar O başqa məsələ. İndi mən fikirləşirəm ki, indi haqqına danışırıqsa, Səidə, indi kimsə siz kimi, yəni siz iştirakçılar düşündünüz ki, bu efirə işlədi. Amma efir tamaşaçılar qarşısında adamın haqqında danışır. Pərvin üzr istədi və düzdür, amma bir şey ciddi, qeyri-fövqəladə bir şey baş vermədi, amma yenə də. Amma yəni mən özüm kimdənsə üzr istəmək istəyirəmsə, mən onu gedərəm. Onu bilirik. Bəlkə də yox, amma efirdə idi, biraz çılğın çıxış elədi, müəyyən bir isterikaya qopandı, amma ola bilər. Məndən efirdə üzr istəmək lazım dedi. Nəysə, baş verdi, keçdi. Bu keçib getmiş bir hadisədir. Mən yəni onu demək istəyirəm. Əgər Aksana oyunu oynamaq istəyirsə, mən ona görə pərviniz. Yoxsa oyunçu olaraq mən oynayıramsa, mən əgər burada qalsam, mənim burada elə iştirakçılar var ki, onların səsi çıxmır. Mən onları uzaqlaşdıraram. Kimi? Bax elə biri bax Təranə xanımdır. Sonra biri bax elə bax Sərxan da var. Bir dəqiqə, burada Aksana səsli və ya səssiz iştirakçıları aradan götürməlidir. Yoxsa nə məqsədlə? Oyun oynayırıqsa, mən elə gəlir ki, mən oyun oynamırıq biz. Yox, Səidə. Burada bir var. Heç kim hamı oyun oynasın. Oyun yoxdur burada. Burada bir siz nə var? Burada bir siz Mənim üçün təhlükəlidir sakit insanlar. Yox, sakit insan niyə təhlükəlidir? Çünki Bugün oyunu gedəcək Aksana finala üçün qədər. Təranə qurma təhlükəli deyil. Finala qədər gedəcək Ay, həmin nə adamlar. bilirsən, ay Səidə, nə bilirsən? Sən finala gəlmirsən, çıxmırsan. Yox, mən Ay sağ ol, indi söhbət ondan gedir. Söhbət ondan gedir ki, hələ bilinmir. Təranə quralı nəyi təhlükəlidir indi Aksana üçün? Ha, Təranə xanım? Mənim vallahi heç bir təhlükəm yoxdur heç birisinə. Yəni ki, mən nə qruplaşma yaratmamışam. İndiyənə qədər də hansı xahiş edib mənim şəklimi at, onu atmışam. Bir də ki, mən özümə görə Əsil qayda adamısınız. Qruplaşmanın belə sıravisi. Murad müəllim, mən özümə görə burada dayanmışam. Mən heç kimin yerində dayanmamışam. Heç kimi də narahat eləmirəm burada. Mən bilmirəm Səidə xanım, özümə Səidə xanımı çox istəyirəm. Niyə narahatdır mənim burada duruşumdan? Getmir söhbət. Ay Təranə xanım, mənim sadəcə olaraq istəyim odur ki, gəlin oynayaq. Burada qəsdi qərəzlik söhbəti gedir. Nə oynayırıq ki? Oynayırıq da, bəyəm oxuyuruq biz burada. Oynamırıq bəs. Bu oynamaqdır ki, mən oynamaqdır istəyir. Murad müəllim, çox xahiş edirəm. Yəni vaxtında mən əlimi gəlib götürürəm bura, qaydalara riayət edirəm. 5 saat gündüz burada dayanıram. Hamıdan tez dururam, yuxudan hazırlaşıram ki, gecikməyim. Gecikməmək şərti ilə. Başa düşmürəm, oynamıramsa mən burada ayaqlarım qırılır. Biz burada deyəndə, bax, səhər açılanda deyirik ki, kimin şəklində da heç kəs qabağa gəlmir. Mən istəmirəm mənim şəklim atsınlar. Siz niyə nara? Sənin eyvə lazımdır. Sən, yox, qıcıq olub atacaqlar da bir gün mənim də şəklim. Ayban, o nə vaxta qədər uzanacaq? Yox, sən belə demirdin. Bu günləri belə danışırsan ki, mən sən şəklimi də nə vaxt istəyirsən, sən ürəyin istəyir, at mənim şəklimi. Biri var, ona hazır olmaq lazımdır. Biz bilirsiniz nədən qorxuruq? Bəyəm burada hazırlayırsan. Xeyr, hazır olmaq. Burada hamı qorxur ki, mənim şəklimi atsan, bax, sənə çıxaracağım. Hamı bir-birinə... Mən haçan sənə demişəm, o gün də dedin sən şəkil, bəyəm sənə dedim səni çıxardın. Sən mənim şəklimi atsan da mən səni çıxartmayacağam. Axır ki, Təranə xanım danışdın, bax, mənə bu lazımdır. Yox, nə lazımdır ki? Mən danışanın qarşısında heç vaxt susmamışam, yadında saxla. Mən susan bir insan deyiləm, amma mənə dəyənə dəyirəm. Mənə dəyməyənə, amma sən yadında saxla, sən mənim şəklimi atsan da mən sən şəklimi atmayacağam, səni də çıxartmayacağım. Nə olur? Mehribansız budur. Bacı qardaş söhbətin bir qıra bacı söhbətin keçirik. Mən ona görə yox, mən həmişə qadın həmrəyliyini qorumuşam, mən qadınlar tərəfində olmuşam. Qadın nə qədər pis olur olsun, mən qadını dəstəkləyirəm. Təranə xanım, heç kim bilə bilməz sizdən. Heç kim mənə torba tikə bilməz. Mənə torba tikənlər indiyə kimi özü düşüb içinə, mən bunu deyirəm. Onu bilir nə deyir ha bu. Bu xanım bilir nə deyir. Əziz dostlar, xatırladıram ki, bu şouda qadın həmrəliyi, kişi həmrəliyi elə bir anlayışlar sadəcə iştirakçıların ixtiyarına qalır. Bugün bu şouda, bu qarşı durmada yalnız bir nəfər qalib gələcək. Ay nə bilim, qadın həmrəliyi, kişi həmrəliyi fərq etməz. 3 finalçıdan yalnız biri. Bu şouda bugün iştirakçılar sırasında 11 nəfər deyək. 11 nəfər. 11 nəfərdən yalnız biri maşında birinci yox, axırıncı qalib gəlir. Onu yaddan çıxartmayaq. Azər. Hörmətli izləyicilər, mən səslənmirdim heç vaxt sizdən. İmkanınız varsa bir səs, hər kəs bir səs.
Bir səs cəmi 60 qəpikdir. Göndərsin ki, mən hər gün buradakıların içli yüzlərini açım töküm örtüyə. Yavaş-yavaş nə oy eləyirsən Aksana? Bu dəqiqə mən sən nə oy eləyirsən? Birinci mən danışanda hörmət elə. Xanımsan, mən sənə hörmətlə yanaşıram. Yo oy eləyirsən, cəmaət eşitmir o səsi, amma mən eşidirəm. Cəmaata bu mikrofon getmir. İkinci məsələ, hörmət eləyir. Hamı eşidir, hər kəs eşidir. Hörmətli izləyicilər, diqqətlə baxsın oyunu. Birinci atmaq istəyirlər ki, güya burada qruplaşma gedir. Amma burada heç bir mən əgər qruplaşma olsaydım bir daha deyirəm, buradakılar mənim yox, bir nəfərin adını atardılar və o bizə belə deyək, xeyir eləyərdi. Hal-hazırda bu proses mənə xeyir eləmir ki, yəni çıxardıblar məni çıxartmağa və o da 6 nəfərdir. Aksana, nə deyirsən? Mən, bəli, Azər, indi deyirəm sənə, oy. Buradan demək istəyirəm ki, əziz dostlar, deməli, Səidə xanım bu dəqiqə nədən danışdı, nə bilim, özünü göstərməyə cəmaatda, nəsə belə bir şeydən danışdı. Amma onu demək istəyirəm. Pərvin haqqında danışır, sənin haqqında deyil. Yox, Pərvin haqqında demirəm mən. Pərvin haqqında danışırdı özü. Aha. Amma ki, onu da demək istəyirəm ki, deməli, əgər dünən Kənan Mahmudovu biz uzaqlaşdırmaq istəyirdi və hətta Səidə hədəflərindən biri o idi, düzdür? Mən səninlə işim yoxdur bugünlər. Prosta deyirəm ki, yəni cəmaat bilsin nədir. Dünənləri Azər məslidir ki, qoy Kənan 2 gün qalsın. Mən özüm onu sonra çıxardaram. Əgər oyun oynayırsansa, deməli düzgün oyna da. Xeyr, mən yox idi. Bəli. Murad müəllim, deməli onlar istəyirdilər ki, Kənan güya qəhrəmana çevrilməsin deyə ona biraz təklənmiş forması nəsə belə bir şey olsun ki, qoy 2 gün istirahət eləsin ki, ondan sonra Azər çıxıb qəhrəman olmaq istəyirdi. Xeyr, Kənanla oyunda Kənana, yəni belə deməyək, Kənana zəif rəqib baxma. Kənan çıxıb məni çıxarda bilərdi. Bəli, Kənan da hamısı çıxıb gedib bir dəqiqə Azər. Onu demirəm. Kənan çıxarda bilərdi. O Kənan söhbəti birinci bura qatmayaq. İkincisi ki, mən Kənanı saxlamaqdan məqsəd o idi ki, yəni ən azından hamımız düşür yolsuna elə bir təəssürat bağışlanır ki, təklirik. Nəysə bunu qoyduq, o da sən də var idi o söhbətdə. Burada kimizin mübarizə eksiz. Məni çıxardırsansa xalqımı seçəcək, hər kəslə sağollaşacağım, gedəcəm. Kimi Aksana xanım burada görmək istəyirlərsə səs versinlər, məni görmək istəyirlərsə səs versinlər. Sabah mən bax rahat oyunumu oynayacağam. Aydındır. Ya Aksana ya Azər. O zaman nəticələr bu dəqiqə belədir. Aksana diqqətlə bax. İndi mən sənə deyəcəm. Rahat ol. 36,68% səs verən tamaşaçı bu dəqiqə qalsın deyir. Səs müraciət olar. Bəli, müraciət davam edeyim. Əziz tamaşaçılar, gördüyünüz kimi, deməli, Azər Zahid məni uzaqlaşdırmaq istəyir. Mən çox istəyərdim bu şouda qalım. Bir neçə şeylər var, səbəblər var. Onları indi bu dəqiqə açıqlamaq istəmirəm, amma açıqlayacağam. Ona görə də mənə səs göndərin, mən şouda davam edeyim şounu. Və sadəcə bu. Sadəcə bu. Görün, indi mənə maraqlı. Vasif Məhrəmli nə deyir bu barədə? Vasif Məhrəmli. Vaxtıyken bu şovda bir fırtına törətmişdi bir güzel insan. Vasif, xoş gördü birincisi. Xoş gəlmişsən. Təşəkkür edirəm. Mən də hər kəsi salamlayıram, iştirakçıları da o cümlədən. İçərisində dostluq elədiyim insanlar da var. Kimlərdir? Yox, onları deməyəcəm, eləmədiklərim də var. Sadəcə mən bəzilərindən, dostumsa, bəzilərindən biraz, bəzilərindən təcrübəm çoxdur burada. Bir şey demək istəyirəm. Mən bilmirəm, maşının hansı sürətində olmuşam, yadımdan çıxıb. 11 il qabaq bir oldum, sonra bir daha bir oldum. Vallahi mənim də yadımdan çıxıb. Heç ürəyinə salmaydı söhbət. Amma biz olan hansısa, biz olan surətdə yazılmışdı, maşın şou dəhşət. Burada isə yazılıb qarşı durma. Vallahi orada dəhşət zad yoxdur, dəhşət buradadır. Vasif Məhrəmli dostlar, xoş gəlin. Və bir şey daha deyirəm, Murad, mənim əziz dostum. Bir şey daha deyirəm. Təcrübəmə istifadə edib deyirəm, təcrübəmdən. Maşının arxasında dayanan və liderlik bəyəkləri dedi ki, hamı burada lider eləməyə çalışır. Liderlik eləmək insanların heç birinin maşına apardığını görmədim. Tam doğru. Sakit bombalar maşına aparacaq. Bəli, Tərənnə xanım, axşamınız xeyir olsun. Dostlar, bir reklamlara ayrılırıq, reklamlardan dərhal sonra biz buradayıq, qonaqlarımız çox dəyərli insanlar bizimlə bərabərdir, xoş gəliblər. Maşın qarşıdurmanın bugün Aksana Azər qarşıdurmasına canlı şahidlərik. Maşındayıq, hanımlar, canlar, qarşıdurmanın növbəti yarışma gecəsini bərabər yaşayırıq. Dostlar, bugün şoumuzda iki tərəf
qarşı-qarşıya gəlib. Bu qarşı durma adı həqiqətən də çox uğurlu bir ad oldu bu marşrut sürəti üçün. Həqiqətən də qarşı durmada iki qarşı-qarşıya çıxan tərəflərdir. Aksana Rəsulova bugün hədəf olaraq Azər Zahidi qeyd etdi. Həm Azər Zahidin bir həqiqəti var öz adından, həm Aksananın. İndi bu həqiqətə kim inanacaq? Siz hörmətli dəyərli tamaşaçılar həll edirsiniz. Ekranlarda bu dəqiqə səs üçün nömrələr var. Növbəti dəfə ekrana bir mexaniki səhv getdi. Mən istəyirəm bu barədə deyim. Ola bilsin ki, indi sonradan bizim dəyərli tamaşaçılarımız sağ olsun, diqqətli tamaşaçılarımız diqqətlə baxırlar verilişə. Sonra hesablama edirlər, görürlər ki, 100%-dən artıq olan bir faizdə çıxır. Bir mexaniki səhv getdi. Bu həll edici bir rəqəmlər deyildi. Biraz xahiş edirəm texniki xidmətlərdə biraz diqqətli olsunlar. Hər hansı bir ekrana yorğunluqçuluq, yəni əlbəttə öz sözünü deyir. Düşünün ki, biz neçə gündür canlı yayımdayıq. Siz bir həftə, biz bir ayda artıq canlı yayımda çalışırıq. Test rejimində MGP şirkətinin əməkdaşları bu müddət ərzində əlbəttə ki, çox yuxusuz gecələr keçirir. Mən istərdim ki, imkan olsaydı, yəni bizim burada əyləşən tamaşaçılar adından bizim heyətimizə bir alqışlar ünvanlayasınız. Dostlar, kim varsa Sima İsmail, indi Lamia xanım, Rəşid Cəbrayıl gözəl insan, Cəmlə xanım, hamı uşaqlar çoxdur burada. Hamının adını çəkməklə gecələr qalırlar burada, sizin üçün çox çalışırlar. Çox heyiflər olsun ki, bu əziyyəti biz bu dəqiqə göstərə bilmirik, amma bu müddət ərzində bizim dostlarımız çalışır və sizə bir sürpriz haqqında, yəni sürpriz əlbəttə ki, bu bir çərçivə içində olan bir sürprizdir. Film haqqında film olacaq deyən bir anlayış var. Veriliş haqqında veriliş. Biz Maşın Reality Show'sunun bu müddət ərzində baş verən hadisələr haqqında bir xüsusi bir film çəkirik və bizim dostlarımız, həmkarlarımız bu filmin müəllifləri artıq bu müddət ərzində çalışırlar və hamının arxa planda olan əməyi haqqında bir film olacaq. Əminəm ki, bu bir diqqətiniz üçün səbəb olacaq. Dostlar, bizim sosial şəbəkələrdə hesablarımız da var. Konsept Room şirkəti tərəfdən artıq idarə olunur. Həm Facebook'da, həm Instagram'da, həm Twitter'də, həm YouTube'da var. YouTube'da da bütün verilişlərimizin izləyiciləri hamısı verilişləri görə bilir və mən bir sevinci bir haldır ki, deyirlər ki, verilişlərin biri, deyəsən, səhv eləmirəm, Səidə xanım rəqsi ilə bağlı olan bir verilişlərdən biri YouTube'da Azərbaycan üzrə birinci idi. Çox təşəkkür edirəm diqqətinizə görə. Bu böyük bir göstəricidir. Elcan, həmən rəqsdən deyəsən söhbət gedir. Həmən bir hərəkətlər var idi ki, bəli. Tuzdurub müğənnilərə yığırlar. Kim o rəqs eləyə bilirsə, ancaq onu yazırlar toya. Kim oynaya bilsə, sezonu tuzdurdu. Burada eşidirlər. Dostlar, xatırladıram ki, indi baxaq bugün bizim dostlarımız, bizim əziz insanlar olan və həqiqətən də sizi düşünən və ən yüksək qiymətlərə qarşı çıxan məhz Bravodur ki, əla qiymətlər stendində hansı məhsul təqdim olunur? Bugünün qəhrəmanı 61 santı olan diaqonalı LED televizorlardır. Gördüyünüz bu televizorlar 9 ay ərzində ayda cəmi 37 manat 67 qəpik ödəməklə sizin ola bilər. Xatırladıram ki, bu müddət ərzində məhz 61 santı diaqonal olan LED monitorlar 9 ay ərzində 37 manat 67 qəpiyə sizin ola bilər. Bəli, indi bu yeni kredit şərtləri mümkündür, bu gözəl fürsətdir. Artıq Bravo'nun müştəriləri seçilmiş elektronika və məişət texnikası ilki dönənişsiz 12 ayədək ödəmə müddəti ilə krediti əldə edə bilərlər. Bravo minimum qiymətlərə, maksimum keyfiyyətə hazırdır. Bunu sizə təklif edir və Bravo yüksək qiymətlərə qarşıdır. Yaddan çıxarmayın. Bu ay ərzində bizim iştirakçılar müxtəlif yerlərdə qonaq olacaqlar. Xatırladıram ki, Əhməddə yerləşən məni şoka salan Bravo hipermarketinə mən iştirakçılarla bərabər gedəcəm və bu çox gözəl bir fürsətdir hər birimiz üçün və həm tamaşaçılarla görüşəcəyik, ola bilsin ki, tamaşaçılardan kimsə gələcək Əhmədli Bravo hipermarketinə və öz təəssüratları da bölüşəcək, kimsə əksinə iradlar bildirəcək. Bilmirəm o heyətdə Aksanla və ya Azər olacaq yoxsa yox.
bilmirəm. Bugün onların mübarizəsi günüdür. Aksana Rəsulova şouda qalacaq ya gedəcək? Siz qərar verirsiniz dostlar. Nömrələr ekrana çıxır. Müvəqqəti nəticələr hesablanır deyə Aksana bilirəm ki bu bəli, bu nömrələr də indi isə bu dəqiqə olan nəticələr. Aksananın marağına səbəb olan və bilirəm ki hamımız, xüsusilə də Azər gözləyir. 41,73% təsvirin tamaşaçı qalsın deyir. Bəli, Səidə eşidirik sən. Mən əvvəla buradan bütün bizi izləyən, bura baxın, bütün bizi izləyən tamaşaçılara səslənirəm. Mən burada mənim bir-iki dostum var ki, doğrudan da mən yəni ki, rahatam, onlar yanımdadır və hamının xətrini çox istəyirəm, əstağfurullah. Və Azərlə biz çoxdan tanırıq bir-birimizi, amma burada mən Azəri daha yaxından tanıdım və bilirəm ki, Azər dürüst oğlandır. Yəni onda heç vaxtı ürəyi dürüst oğlandır və ona görə də istəyirəm ki, məni kim dəstəkləyirsə, kim burada mənim olmağımı istəyirsə, o dostlara, o tamaşaçılardan Azər üçün səs istəyirəm, mütləq şəkildə. Gözləyirəm, əzizlərim. Nə olar, səsinizdə Səidə Azər üçün səs istəyir, dostlar. Bəli, bəli. Şəhriyar Abilova, gəlin yaxınlaşaq. Həmkarımız, teleaparcı, şıntapış oğlan Şəhriyar Abilov. Buyur, əziz. Hər vaxtınız xeyir Murad. Yenə də təbrik edirəm səni. Yenə də partlatdığım maşallah. Reytinglər sənindir və buna görə də bir gürültü ağlış gəlsin. Əslində pis insan yoxdur. Hər bir insan içində paxıllıq, kin, qürur, şərəf var. Amma biz nəfsimizi beynimizə tabi etməyəndə biraz gülünc və başqalarının qarşısına biabır oluruq. Reality showda maşını yox, uşaqlar, özünüzü qoruyun. Hamınızı çox istəyirəm. Özünüzü qoruyun ki, axırda qəhrəman olaraq çıxasınız. Əsas odur. Və bir də şey demək istəyirəm. Aksana mənim həyatımda ən yaxın dostlarımdan biridir. Və ən yaxın dostumdur. Şər günümdə, şad günümdə həmişə yanıma olan insandır. Bu insan bizim 90%'ımız Abşerondan qırağa bizi tanımırlar. Aksana dünyanın ən qədim şəhəri, dünyanın ən qədim ölkəsi Hindistanda 1 milyard 200 milyon əhalisi olan insanların içində reality'yə qoşulanız ki, dünyanın 50 ölkəsi göstərir. Və orada hər dəfə çıxanda Azərbaycan dilinə salam verir, sonra keçir Hind dilinə. Onların hamısına 3 rəngli bayrağımız haqqında məlumat verir. Respublika günündə belə onlara məlumat verir ki, biz harada yerləşirik. Çox insanlar var ki, bilmir, amma bizim bir vətənpərvər kimi borcumuzdur bunu etmək. Və Azərbaycandan kənara o qədər ulduzlar tanıyıram, aktyorlar ki, utanırlar Azərbaycanlı deməklərini özlərinə ki, nə var onlar qabağa gedənməzdir. Bu insan utanmadan milyarlarla, milyonlarla insanın qabağında, milyarlarla insanın qabağında, axırda isə başqa bir millət onu qəhrəman etdi. Bax, bu cür insana Azərbaycan tamaşaçısı dəstək olmayacaq. Güzel, teşekkürler Şəhriyar Abilov. Dedikləri olduqca gözəldir, dedikləri olduqca əladır və həqiqətdir və bu çox gözəldir və məni necə sevindirməyə bilər bunlar? Hamımızı sevindirir. Amma bütün bunlar bugünkü bu qarşıdurmanın nə dərəcədə təsir etməlidir nəticəsinə? Bunlar hamısı Aksana Rəsulovanın bir şəxsiyyət kimi bu şoya gəlməyində çox kömək ola bilərdi. Oldu da. Aksana çox gözəl insandır. Amma bugün şovda bambaşqa bir mübarizə səbəbi var. Və bugün şovda, bəli Azər yaxınlaşacağım. Bugün şovda biz başqa şeydən danışırıq ha. Yazıda çıxmasın, buyur. Mən Şəhriyar salamlayıram səni, bütün qonaqları. Vasif qalxdı ayağa, kimi dəstəklədiyini demədi. Əslində o düzgündür. Amma mən bilmirəm ki, Şəhriyar Abilov da bizim 19-cu iştirakçımızdır. Mən bunu da başa düşmədim. Yəni, oyun, o Şəhriyarın səs istəməyi, yəni, bu siz necədir? Sadəcə insandır, qonağımızdır, gəlib, fikir söyləyirəm burada, nə verir? Demirəm, o mənə demirəm, Allah canı sağ eləsin, indi xanıma dəstək olur. Vasif də qalxdı, amma heç kimin adını səsləndirmədi də. Yəni, heç kimə dəstək olmalı, kimsə kimdən sencə. Azər, biri belə fikirləşə bilər, biri başqa şey. Ya, burada bir qəbə, bəli, bu bitir. İndi mən yalnız təkəm, indi hər kəs mən necə təkliyiblərsə burada, Səidədən başqa, mən özüm tək istəyirəm səsimi. Mən xalqımdan səs istəyirəm, mən də ən azından belə deyək, xalqıma pisliyim dəyməyib, xeyrim dəyib, marifləndirirəm. Mən bu oyunda qalmaq istəyirəm ki, yenə də marifləndirəm sizi. Sabahsı gün nə olacaq, o kim olacaq, nə qatırır burada, nə aləm dağıdır. Mən o cəhətdən burada qalıb məlumatlandırıram. İndi ola bilər mən biraz həyəcanlı fikirliyəm. Sabah məlumatlandıracağam ki, kim nə edir. Hal-hazırda bir daha deyirəm, burada qruplaşma mənə qarşıdır. Baxın, bu boyda şəkil atılıb, Aksana xanım çıxıb,
məni çıxartmaq. Orada həqiqət var. Dostlar, həqiqət Gələn gündən hədəf mənəm. Sanki Azər nəsə eləyib burada. Amma mən neynəmişəm? Mən heç də bilmirəm ki, mən neynəmişəm. Allah haqqı birdər oluram. Yəni, ev yoxdur, oyundur, qoy çıxartsınlar. Burada kimsə birimiz, ya xanım gedəcək, ya mən. Amma, yox, nəfəs alıram Sərxan, çox sağ ol. Sözün məntiqi budur ki, mən valla düşünürəm bugün, bütün gün düşünmüşəm ki, mən neynəmişəm? Yəni, mən kimə nə daş atmışam? Aksanaya qarşı neynəmişsən? Murad müəllim, mən çox üzr Aksana, bir dənə şey deyim. Bir sual vereyim Aksana. Mən bir şey demirəm. Mən sadəcə həqiqətən Aksana səbəb olaraq gətirdin ki, Azər mənim üstümə qışqırıb, mənimlə bir belə kobud rəftar edib. Halbuki açıq deyim də, insafla da Aksana. Axı ümumi belə şey. Niyə? Ümumi baxın. Axı insafla yaxınlaşanda Onlar yox. Səbəb deyəsən başqadır, açıqladı o səbəbi. Yox, mən indi bir dəqiqə deyim də. Deməli, mən bu günləri bura çıxanda gördüyünüz kimi əziz tamaşaçılar, heç kim mənə qalsın deyə burada səs istəmir və bunun səbəbi mənəm. Mən hər kəsə dedim ki, əziz iştirakçılar, mənim qalsınıma heç kim səs istəməsin. İndi siz görürsünüz ki, Səidə, Azərə səs istəyir. İndi qrupirovka kimdir, nədir, özünüz çox gözəl biləcəksiniz. Amma ki, yox, bircə dəqiqə, səs istəmir. Amma mən Səidə neytral qalmışdım, iki xanım burada olanda. Olsun, mən demirəm. Yox, olsun. Oyunçu istəyir mənə. Mənə səsi oyunçu istəyir, sənə tamaşaçı istəyir. Mən özümə deyirəm qalsın. Yox, Murad Ona müəllim. qıraqdan istəyirlər, mənə oyunçu istəyir. Oyunçu Bu istəməli. qışqıraq söhbəti görürsünüz, bax, yenə də bax bu söhbət ondan gedir ki, mən özümə görə, bunlar yenə də mən anlamaq istəmirəm, yaxud mən ayrı dildə danışıram, bəlkə mən bilmirəm. Mən özümə görə demişəm ki, Aksananın qalsına heç kim burada səs istəməsin. Mənim getsinimə kimsə səs istəyə bilər, amma mənim qalsınıma səs istəməsin. Mən bunu demək istirdim, Azər. Yaxşı. Aksana xanım elə danışır ki, elə biz reality show-dayıq. Ya biz belə danışmalıyıq. Salam, salam, necəsiniz? Yaxşısınız, yaxşı. Bitdi. Bir damcı səsin tonu qalxan kimi, deməli o adam oyundan uzaqlaşdırılmalıdır. Adam bir kəlmə səsin tonun qaldırır da, bundan ötürü povod deyildi ki, Aksana Azəri oyundan uzaqlaşdırsın. Mən Sərxan rahat ol, sən buradasan hələ, axıra kimi. Və bu da oradan da neçə gün ərzində biz buradaydıq. Çox yaxşı idi, çox maraqlı idi sizinlə oyun oynamaq. Amma gəlir belə bir məqam yetişir ki, adam, deyirlər, burada çox adamlardır ki, mən 5-dəndir söz əlimi götürüb gedərəm. Mən heç vaxt deməmişəm. Heç vaxt mən deməmişəm əlimi götürüb gedərəm. Ona görə də uğurlu olsun sizə. Mən bu əlimi götürdüm. Bu bir əlim maşında da oyun aldım. Mən Greenwich'dən saatlar taxıram. Təşəkkürlər eləyirəm bizə dəstək olduqlarına görə. Baxın, saatın biri də artıb. Çünki mənə gələn mesajlardan mənə evdən otelə zəng eləyirlər, deyirlər. Bizə bütün Cənubi Azərbaycan baxır. Cənubi Azərbaycan. Bilirsiniz bu nə deməkdir? İnsanlar gizli olaraq baxırlar. Cənubi Azərbaycan. Mən təbii ki, okyanın o bir tərəfində də baxırlar. Amma fakt olaraq mənə yazılanlardan mən ona görə deyirəm ki, Türkiyə, Moskva, Bakı bir də Cənubi Azərbaycan. Baba, danış da. Mən dostlar, bir əhvalat danışmalıyım. Mən dünənləri dedim, öyrəcəm gülməkdən. Bu günlər ərzində bilirsiniz ki, çox əsəbiydim. Sağ olsun Fərda, sağ olsun Elcan. Dünənləri çox əhval düzəltdilər. Siz də girəcəksiniz. Deməli, İslamın bura səs vermə günüydü. İslamda qəribə bir hallar yaşandı. Deyid, mən İrandan, Ərdəbildən səs istəyirəm filan belə elə. Və artıq bəlli idi İslam səs verməyə çıxır. İndi necə olur? Burada səs verməyə çıxan adamı hamı istəyir yaxınlaşsın. İslam da tək oturub orada əsəbi Sərxan gəldi belədir. Adı, sən Ərdəbildənsən. İslam da baxdı. Çək peşi bura, mən də. Mən də bunu dedim, mən səni 20 ildir Gəncəli bilirəm. Bir dənə oyuna görə necə Ərdəbildən. Dostlar, bütün bunlar əlbəttə gərginliklə bərabər baş verən hadisələrdir və mən xatırladıram ki, həqiqətən də Greenwich'dən söhbət getdisə, vaxtımıza baxaq, diqqətli olun. Greenwich'dən gələn saatlar həqiqətən də Azərbaycanda artıq səs-küyə səbəbdir
Emporio Armani, Michael Kors, Fossil, Diesel, Skagen, Tommy Hilfiger və Lacoste kimi və digər brendlərin məhsulları əlbəttə bizim onların Azərbaycanda rəsmi distribüt olan yalnız Greenwich'də var. Digərlərdən alırsınız ki, bilin ki, o həqiqi mallar deyil. Bu gözəl saatları Park Bulvar, 28 Mall, Nizami Küçəsi 77 və Port Baku'da yerləşən Greenwich dükkanlardan ala bilərsiniz. Xatırladıram ki, bütün saatlara 2 illik beynəlxalq zəmanət var və saat.az internet səhifəsi Greenwich'in internet səhifəsidir. Minnətdarıq Greenwich'ə. Xatırladıram ki, hamının qolunda Greenwich saatlardır. Bütün ulduzlar Greenwich seçir. Siz də öz Greenwich'dən bir hədiyyə payınızı alın. Və Go Sport'a da əlbəttə təşəkkürlər bildirmək istəyirəm. Bu müddət ərzində Go Sport'la bərabər biz həm idmana alışdıq, həm gündəlik idman eləyirik, həm sizi buna dəvət edirik. Biz də kiməsə təsiri daha çox, kiməsə təsiri daha az. Amma Go Sport öz işini yüksək səviyyədə görür. Go Sport İdman Mallar mağazası Azərbaycanda böyük idman mallar mağazası şəbəkəsidir və hər zövq uyğun mallara, hər cibə uyğun qiymətlərdə ürəyinizcə olacaq. Dünyanın aparıcı brendləri, orijinal məhsulları Go Sport mağazalarında sərfəli qiymətlərə satılır. Hər kəsə, hər çıxan iştirakçıya bax belə 200 manatlıq hədiyyə kartı. Hər çıxan iştirakçı üçün Go Sport'dan bax belə bir 200 manatlıq hədiyyə, bu 200 manat az deyil. Gedib orada bizim iştirakçılar çox gözəl bir məhsullar ala bilərlər, mallar ala bilərlər. Qiymətlər də çox uyğundur. Xatırladıram ki, həm Port Baku Mall'da, həm Gənclik Mall'da fəaliyyət göstərən Go Sport mağazaları əla bir fürsətdir. İdmanı Go Sport'dan başlayın. İdmanı Go Sport'la edin. Təşəkkürlər. Bəli, Aksan Rəsulova səs istəyir. Bəli, mən səs istəmək istəyirəm. Mən ümumiyyətlə Azərbaycan xalqına səs istəyirəm, amma belə Azərbaycanımı bölmək istəmirəm, çünki Azərbaycanımız bizim tacımızdır. Amma öz doğulduğum, bəlkə də çoxlar amma bilir, hamı bilir, hər yerdə deyirəm, Əlbayramlı şəhərindən və Əlbayramlı sakinlərindən səs istəyərdim. Mənim Şirvan, bəli Şirvan, atamın yurdu olan Dəvəçi, Xızı, Quba, Qusar, Dəvəçi də Şabrandır, biləsiniz. Bəli. Aksana Rəsulova ilə coğrafiyanı öyrənək. Və anamın yurdu olan Salyan və o zona, deməli, bütün onlardan, yəni mən səs istəyirəm, əsirgəməyin, hər ailədən bir səs gəlsə, məni çox sevindirərsiniz. Təşəkkür edirəm. Əziz dostlar, bizi baxan indi bu anlarda dünən futbol yarışmasının çox vacib bir günü idi. Bilirəm ki, futbolçu, bəli, həm Real, həm Juventus fanatları, həm də Bakıda maşın fanatları da var idi. Bilirəm ki, sosial şəbəkələrdə də bölündü. Hətta bizim dostlarımız dünən Chinatown restoranında yığışmışlar. Dedilər ki, zalın bir yarısı futbola baxırdı, tam bir yarısı da maşın şoya baxırdı. Dostlarımız, minnətdarıq sizə bu diqqətə görə Azərbaycan tamaşaçılarına qucaq dolu salamlar, təşəkkürlər. Dostlar, idmandan söz düşmüşkən, mənim bir idmançı dostum var ki, əziz dostumdur. İllərdən bəri biz həm dostluq eləyirik, həm bu şounun vaxtı ikən yarışmasında iştirak etmişdi, həm bu şouda onunla bərabər çox kədərli bir anlar yaşadıq və çox həyəcanlı bir anlar idi. Sonradan ondan gələn elə xəbər bizi çox sevindirdi. O vaxtı bilirəm ki, biz burada bərabər birləşib dualarımızla, bir dəstəyimizlə onun ailəsində baş verən hansısa bir qəmgin bir anları aradan götürə bildi Allahın izni ilə. Əlbəttə, mən çox sevinirəm ki, bu gün şoumuzda mənim çox yaxın dostum, gözəl idmançımız, kickboksçumuz, çempion Eduard Məmmədov iştirak edir. Eduard, xoş gördük səni. Çox sağ ol Murad bəy, hər birinizə salamlayıram. Əziz dostlar, hər iştirakçılara uğurlar arzulayıram. Çox sağ ol Murad bəy ki, dəvət eləmisiniz və çox sağ ol, həqiqətən xalqın duası mənə çox böyük dəstək olub. Necədir övladın? Şükür, yaxşıdır. Maşallah, həmişə yaxşı olsun. Minnətdarım diqqətinizə görə. Hər bir şey yaxşı. O zaman həqiqətən çox çətin, mürəkkəb bir əməliyyat keçirdi və əlbəttə hamımızın, doğrudan da niyyətin hara deyir, ünvanı ora. Hamımızın duaları o övladla bərabər idi. Allah həmişə möhkəm eləsin, toyunu görəsin inşallah. Çox sağ ol Murad bəy, çox sağ ol. Xalqımıza da çox sağ ol deyirəm, hər birinizə. Minnətdarım. Eduard Məmmədov alqışlarınız da buradadır. Mən müğənni Yaşarı alqışlayam burada. Xoş gəlib. Yaşar, sən bugün kimin tərəfindəsin? Sərxan, Fərda,
Səidə. Onlar mən səni təbrik edirəm. Onların heç biri iştirak eləmir səs vermədə. Yox, mən bir söz deyim, adətən deyirlər ki, İndi Aksana Azər Aksana. Aksana. Bəli, maşına ehtiyacı onlardan söhbət gedirsə, o deyirlər ki, kimin maşını yoxdursa ona, amma mən deyim ki, o kimin maşını yoxsa deyənlər çıxıb gediblər. Maşını olanların da bu maşına ehtiyacı var. Əlbəttə. Ona görə də uğurlar arzulayıram hamınıza, amma simanı itirməyək. Aydındır. Çox sağ olun. Mən çox rahatdır. Buradan oturub demək nə qədər rahatdır. Bizə xoş gördük. Bizə gəlmə bugün burdadır. Siz kimin dəstəyindəsiniz? Mən əslində hər birinizi salamlayıram. Amma bir məsələ var. Burada həm mənim həmkarlarım, iş yoldaşlarım, eyni zamanda dostlarım var. Mən onlara ayrı-ayrı adını çəkə bilmərəm. Bunu bacarmayacağam. Amma bir şey demək istəyirəm maşın ətrafında olan bütün dostlarıma. Ümumiyyətlə reality showda, yəni maşın reality showsu elə bir showlardandır ki, burada şans oyun oynamır. Burada ancaq ağıl, tutduğunuz strategiya oyun oynayır. Bugün mən elə gəlir ki, bu maşını da ən gözəl strategiyanı kim qurubsa o aparar. Kim sizcə? Məncə hələlik o strategiyanı quran adam kimi Səidəni görürəm. Təşəkkürlər, minnətdaram. Əziz dostlar, Yaşar Yusuf burada o gözəl ifaçımız və hətta mən vaxtı ikən çox istərdim ki, inşallah bu yeni bir maşın yarışı şousu olsa, artıq mən ən az 2-3 nəfər görürəm ki, o həmən o insanlardandır ki, çox maraqlı olardı olan oyunu. Təşəkkür edirəm əzizim, minnətdaram. Bilirəm Murad mənim sizin işiniz çox çətindir. Dostlarımıza da uğurlar arzu edirəm. Aksan Azər, sizcə? Səs vermənin gedişatından hər dəfə göstərir. Yox, səs vermə az göstərir. Sizcə? Amma mən düşünürəm ki, Aksana yəni qalib ola bilər. Aksana, yaxşı. Gəlin nəticələrə baxaq və başa düşək vəziyyət nə yerdədir? Necədir vəziyyət? Dostlar, necədir vəziyyət? Bu dəqiqə vəziyyət 50,6% səs verən tamaşaçı Biutek'dən bəzənmiş insanlar sırasında hətta bizim ulduzlarımız da var. Diqqət, bir dəqiqə. Bugün təşəkkür edir Biutek'e. Bizi gözəl bəzədiyi kimi ən gözəl hədiyyələr də bizə verib, bir də kupon verib 3 ay pulsuz bəzənəcəm orada. Mən. Elnarə Nəğmetova, təşəkkürlər. Biutek komandası, dərin təşəkkürlər. Nə gözəl hədiyyələr gətiriblər, sağ olsunlar, var olsunlar. Gəlin baxaq diqqətlə, Biutek otağımızdan bir süjetimiz var, gəlin diqqətlə baxaq. Elnarə Əhmədova, neçə gündür biz sizlə bərabərik, kameralar qabağına daha gözəl görünməyimizə kömək eləyirik. Bugün mən fikirləşirəm ki, belə bir oyun tərzində bir şey eləyək. Hətta belə demək olar ki, yarış kimi olsun. 5 dəqiqə vaxt veriləcək, sizə qrim eləyirik. Bu dəfə siz bir-birinizə qrim eləyəcəksiniz, 1:50. Elnara Nəğmetova və onun gözəl Biutek komandası. Dərin təşəkkür edirik sizə. Dostlar, xatırladıram ki, Biutek 9 ildir ki, fəaliyyət göstərir Azərbaycanda. 6 böyük salonu, 150-dən çox peşəkar əməkdaşı var və xidmətinizdədir. Biutek.az 050-855-0605. Biutek deyir ki, sizin gözəlliyiniz bizim uğurumuzdur. Niyə də yox? Olsun. Təşəkkür edirik. Mən reklamlara ayrılmamışda qabaq bir xüsusi məlumatı çatdırmaq istəyirəm, diqqət. Əziz dostlar, 2005-ci ildə ilk dəfə olaraq biz maşın şousunu keçirdik və bu layihənin çox böyük bir əziyyətlə həyata keçirdik. Hətta mən müsahibələrin birində demişdim, maşın şousunun əvvəlinə 2 həftə qalmış bir avtomobil distribütörü məni çox məyus etdi. Söz vermişlər ki, avtomobil verəcəklər, vermədilər. Və o anda mən müraciət elədim Nurgül Motorsa və Nurgül Motors ən çətin anda belə
ən çətin anda belə mənə çox dəstək oldu. Mən bunu heç vaxt yaddan çıxarmıram. Nurgül Motors'la bərabər çiyin-çiyinə biz artıq 14-cü maşını həyata keçiririk. Nurgül Motors bizə bu gözəl avtomobili hədiyyə etdi və Nissan Kicks həm şəhəri bəzəyən avtomobildir, həm də sonda iştirakçılardan birinin avtomobili olacaq. Nurgül Motors təşəkkürlər, Nissan təşəkkürlər, Nissan Kicks bizim əsas hədiyyəmizdir. Reklamlara ayrılırıq, dərhal sonra qayıdın bizə. Dostlar, minnətdarıq sizə. Bir də xatırladıram ki, maşının qarşı durma gecəsində bugün iki nəfərin çox qızğın bir mübarizəsi gedir. Aksana Rəsulova Azər Zahidə qarşı, Azər Zahid eyni zaman Aksana Rəsulova qarşı məcburən çıxış edir. Onun ki, əlbəttə, hədəf olaraq o səsləndi. Buyur. Vaxtımız az qalır və əslində deməzdim ki, desəm oyunda qalmayım, gedim, o da düz çıxmır. Mən bu oyuna gəlmişəm ki, hər şeyi gözümün qabağına alıb oyun oynamaq və oyun oynadıqca hər bir tamaşaçının, daha doğrusu iştirakçını sizlərə tanıtmaq. Hörmətli izləyicilər, mən bir şey etiraf edeyim ki, mən düz söz üzə deyənəm ki, mən heç kimdən çəkinmirəm. Biraz belə danışanda aqresiv oluram. Bu, valla billah, mənim xarakterimi dəyişməyə çalışıram, amma düzün deyirəm deyən aqresiv görsənərəm Murad bəy. Nadir, hamı da yaxşı nadir olun başa düşür. Həyatda. İndi hal-hazırda xatırladım ki, mən səslənmirdim, amma yenə də istəyirəm. Çünki burada qalsam... Geçsinə. Bəli, Aksana xanım geçsinə. Çünki burada qalıb digərlərinin, bax, belə şəkildə onların etdikləri o... Mən üzr istəyirəm ifadəmdən, tamaşaçılardan dönə-dönə. Bu deyim var da, ikiyüzlülük məsələsi. Bizim deyim var da. Burada heç kimə şamil eləmirəm. Sadəcə olaraq onları, yəni kim o sözümü o cür olacaqsa onlara mən bir-bir çalışacağım göstərim. Burada belə deyib... Yəni kim ikiyüzlüdürsə... Bəli, bəli. Hal-hazırda mən heç bir tamaşaçı, üzr istəyirəm, heç bir... Burada, əlbəttə, Azər, mən də aydınlıq gətireyim. Burada sadəcə oyun çərçivəsində olan yəni şəxsiyyətlərə şamil olunmur. Şəxsiyyətə toxunmuruq. Mən heç bir özümə dəstək gətirməmişəm. Heç bir mənim burada dəstəkçim yoxdur, özünüz də şahid olursunuz. Bircə oyunun içində Səidə xanımdır və hal-hazırda artıq Sərxan da dilə gəlməyə başlayır. Yəni... Bir daha deyirəm, heç bir qruplaşma yoxdur. Əzəl gündən, ilk gündən tək mübarizə aparmağa çalışmışam və ilk gündən də, ikinci günündən Səidə xanıma dəstək olmuşam və indi sanki elə bir təəssürat yaranır ki, mən Səidə xanımla birlikdə qruplaşmadayım. Bir daha deyirəm, burada hər hansı bir qrup olsaydı, təsəvvür edin ki, burada bizim adamın şəkli çıxardı, atardıq, 5 nəfər, 4 nəfər, üzr istəyirəm, hörmət eləyin də qardaş. 4 nəfərdən biri çıxardı, sən... Niyə yalan danış? Deyir, yalan danış. Niyə? Bilirsiniz niyə yalan danışır? Mən deyirəm, görürəm, danışmırıq. Qruplaşma, adnazlaşını görsənir ki, bu... Üzr istəyirəm. Bir mənalı görsənir ki, Ruskayadaşsın sən deyəsən. Bildirmək istəyirəm ki, bütün dillərdən anlayış var. O deyir sizə şəkil çıxmaq məsələsi. Ben indi açıq danışaq da. Aksana özü deməsəydi ki, mənim şəklimi atın hamının içində. Heç kim atmayacaqdı. Aksana bir-bir xahiş edir. Deyək ki, Şəhriyar, mənim şəklimi atarsan, Şəhriyar deyir, hə. Yaşar, mənim şəklimi, hə. Aksana əslində qalsa şəkil deyim. Aksa hədə qorxud gəldi hətta. Sərxana ki, baxın ha, birdən mənim şəklimi atmasan, çıxıb... var idi mənə qarşı, mən istəmədim, mən onu qabaqlamaq istədim. Bu bir, həm də ki, bu çıxdı. Bir də bir şey demək istəyirəm. Burada, üzr istəyirəm. Amma ki, deyirsiniz bizim tərəfdən adam çox çıxardı. Niyə belə danışaq da, siz də istəyirdiniz qapalı şəkildə deyək Təranə xanımın şəklini atsın. Mən deyirəm ki, Təranə xanım istəmir də ora çıxmaq. Adam istəmir. Necə olar? Deyir ki, valla mən istəmirəm hələ ora çıxmaq. Hazır deyiləm və bu da alınmadı. Bu şey parçalandı. Çoxluq etibarı ilə Aksanaya səs verildi. Aksana da bu... Hazır deyiləm, nə deməkdir? Mən başa düşmürəm. Mən gərək mənəvi cəhətdən hazırlaşım, yəni nə deməkdir bu? Mən haqqına danışam ha, Elcan. Sən bu dəqiqə düz danışmırsan ha, Elcan. Sən səhər tezdən deyirdin Təranə xanım liftin yanında. Mən demədim Təranə. Sigaret çəkməyə çıxanda Təranə xanımı dəstəkliydin. Bir simada olun, qardaş. Dedim ki, gedək özünə deyək. Bir simada ol deyəni mən bir nəsə deyib fırladıram hala. Düz danış. Düz danış. Yox, mən bir nəsə deyirəm fırladıram ben. Bir simada atarsan ha. Deməli, hörmətli izləyicilər. Mən ömür boyu düz danışmışam. Hamı burada özünü yaxşı eləməsin. Heç kimin də başı üçün deyil. Hamı xalqın yanında. Burada belə bir təəssürat yaranır ki, güya bu burada, bura başa düşmürəm, nə deməkdir.
Tərana xanımın söhbəti olanda, bəli. Açıq Vallahi şəkildə bakalım, mən yine tələb özlem eləmişəm istəyir Murad bəy ki, o kafedə, yəni Pakistadda iştirakçılar gəlin oynamayan oynasın. Orada da hamı razı idi. Amma indi Aksana xanım, bugün mən buradan getsəm də, getməsəm də mənim üçün fərqi yoxdur, mən deyəcəm. Amma qalsam, başqa oyun oynayacağam. Artıq hər kəslə oyun oynayacağım. Çünki təkik. Yəni demək istəyirəm ki, hörmətli izləyicilər, düzgün danışmaq lazımdır. Düzgün. Elcan. Bəli. Pakistaddan söhbət düşmüşkən, həyəcanlanmayın, əsəbləşməyin. Pakistaddan söhbət düşmüşkən, elə bax bu Pakistad otağı var ha burada. Yaranıb. Orada elə bir qalmaqallar baş verir ki, əsas Pakistadda elə bir şey yoxdur. Əsas Pakistadda yalnız gözəllik var, yalnız gözəl yeməklər var və Pakistad Ramazan ayında iftar üçün məkan axtarırsınızsa, Pakistad restoranı sizi iftar sürəsinə dəvət edir dostlar. Koroğlu Rəhimov küçəsi 13 ünvanında yerləşir. 050 ilə 250 63 63. Həyəcanın, əsəbin, hər şey kənarda qalsın. Girin Pakistad restoranına, orada hətta avtomobiliniz gəlsə, bir də görsəniz ki, yol çox dolğundur, yəni avtomobillər çoxdur. O zaman bilin ki, orada bir sığortalı bir valet parking var, yəni avtomobilinizi götürəcəklər, sonra dərhal sizə qaytaracaqlar. Siz də rahat istirahət edəcəksiniz, Pakistadda deyəcəksiniz, sağ olsun, biz necə ki deyirik. Pakistad, təşəkkürlər, minnətdarıq dostlarımıza. Gəlin nəticələr bu dəqiqə baxaq, sənə də o çox maraqlıdır. Hər şeydən əvvəl o maraqlıdır. Diqqət, diqqət nəticələr. Bu dəqiqə 46,32% səs verən tamaşaçı hesablayın, dəqiq hesablayırsınız dostlar. 46,1% bəli, 32% səs verən tamaşaçı qalsın deyir. Əksəriyyət bu dəqiqə nə deyir? Sən danışma. Sənə olmaz bəli. Murad mən başa düşə bilmirəm. Ay cəmaət. Mən əgər biz oyun oynayırıqsa, bu oyunu oynayırıq. Biz kimdənsə soruşmalıyıq ki, səni onlar atım ya yox. O da deyəcək yox, əlbəttə. O istəyir əlbəttə ki, üçlüyə qədər gəlsin. Razıyam. Elə şey olur. Yox, olmur. Və niyə bunlar elə şeydən qorxurlar ki, mən başa düşə bilmirəm. Kim qorxur? Elə hamı çəkin. Məsəl üçün. Bax, çox indi istəmirəm də bir də ad deyəsəm, amma belə başlayır qışqırma. Ona görə demirəm ad. O kimə oxşuydu o sən dediyin belə? Bəli. Əslində hamısı deyir ki, o məndən qorxur, bu məndən qorxur. Mən burada görüm, bilirsiniz nəyə görə sakit dayanmışdım? Niyə? Ona görə dayanmışdım ki, mən indi görürəm ki, bunlar hamısı məndən qorxur. Gizlincə... Gizlincə danışırlar. Bəli, Tərəzi xan. Bəli, məndən qorxurlar. Bilirsiniz nəyə görə? Çünki mən burada ayaq üstə dik dayanıram, kameralar məni gözəl çəkir. Hamısı amma görürsünüz cavan qızlarla. Yerdə oturur, cavan oğlanlar hamısı yerdə oturur. Bütün günü mən ayaq üstə dayanıram. Ona görə. Tərəndə xanım deyir ki, yəni dözümüm var, finalda özünü göstərəcəm. Bax, Niftullah müəllim də gəlib burada. Gözəl aktyorumuz, Lənkəran teatrının aktyoru Niftullah Əsgərov, gözəl aktyorumuz. Həqiqətən də biz Niftullah müəllimlə bərabər bu Bayram Axşamı filmində çalışdıq. Hamıdan gözəl, hamıdan enerjili, 100 dənə cavandan da cavan. Niftullah müəllim, xoş gördük sizi. Çox sağ olun, mən razıyam sizdən. Uşaqlar, necəsiniz? Mən sizin üçün gətirmişəm salam Lənkərandan. Sağ olsun. Və mən yenə minəndə maşına dedilər ki, sən Allah, orada deyəsən müəllim, salam olsun, yaxşıca baxır onlara. Allah razı olsun canımımıza, buradan salamlar. Murad müəllim, mən teatrımızdan da salam gətirmişəm, Lənkəran Dövlət Dram Teatrından. Onun rəhbərliyindən, baş rejissoru Tural Mustafayevdən. Tofiq Bizim gözəl dostumuz Tural Mustafa. Salamı var sizə. Sağ olsunlar. Can sağlığı hamıya. Bir sözüm də var ki, qadan alım. Elə dalaşın ki, barışmağa yer saxlayır. Gözəl sözdür. Niftullah müəllim, minnətdarıq. Çox sağ ol. Samir Əsgərov, gözəl aktyorumuz buradadır. Vaxtı ikən Safqulu kimi tanıdığınız bu Samir Əsgərov indi çox gözəl rejissordur. Dostumuz Samir, xoş gördük. Xoş gördük. Necə işlər? Salamlayıram. Əla. Nə fikirləşirsən? Aksanı yoxsa Azəz səncə bugün? Yəni səs verən tamaşaçı olsaydın kimi seçərdin? Yox, səs verəmək onu deyə bilmərəm, amma mən fikirləşirəm ki, hal-hazırda Aksanı üst eləyəcək. Mənim zənim. Sən ürəyincə deyib tamaşaçı kimi yoxsa yox? Yox, ürəyincə deyə bilmərəm. Bəli, çox gözəl. Bax bu gözəlmi? Neytral, bəli, əlbəttə neytral. Əziz dostlar, mən xatırladıram ki, bugün şoumuz
bu müddət ərzində həqiqətən çox dəyərli insanların gəldiyi bir yerdir və mən sevinirəm ki, gələn iştirakçılar sırasında elə bir gözəl ifaçı var ki, mənim həm adaşımdır, həm dostumuzdur, həm də çox gözəl bir, çox böyük bir qəlbə malik olan bir insandır. Murad Sadıq, alqışlarınızla. Murad, xoş gedərsin. Adam səni görün, Murad Sadıq bugün bizimlə bərabərdir. Səni xoş gördük. Təşəkkür edirəm Murad bəy. Hamınızı salamlayıram. İştirakçılara salamlayıram və bizi ekran qarşısında izləyən tamaşaçıları salamlayıram. Amma heç kəs inciməsin, hamınızın qədrini çox istəyirəm. Amma burada mənim canım gözüm, mənim dəyərli dostum Aksana Rəsulova buradadır. Və bildiyiniz kimi hamı bilir ki, Sevməsəm ölərəm mahnımda Aksana xanım bu mahnı klibində çəkilibdir. Və bu mahnını sevənlər, məni sevənlər Aksana xanıma səs versinlər. Teşekkürler Murat Sadık. Çok sağ ol Azim. Minnettarım desteğine. Azer, sen hiçbir klipte çekilmemişsin. Çok teessüf. Ne sen ne ben. Harda biz niye biz kim gelsin bizim desteğimize? Vaxt gələcək yaxşı olacaq. Murad bəy, mən heç kimlə, heç bir müğənni ilə çalışmıram. Heç bir toylara getmirəm. Heç bir tədbirlərdə olmuram. Bu mənim öz həyat tərzimdir. Şükür Allah ruzumu yetirir. Öz işim var, işimi qurmuşam. Öz heyətimiz var. Filmə başlayırıq bu yaxınlarda. İnşallah sizdən sonra bir balaca da anons edeyim. Çox gözəl komediya gəlir oktyabr ayının əvvəllər, axırında kinoteatrlarda olacaq inşallah. Amin. Başda gözləyəcəyik. Bundan başqa, yəni öz telelayihələrimiz var və bu sahədə çalışacağıq. Çox əziyyətlərdən keçmişəm. Mən indi başa düşürəm ki, mənim nə qədər düşmənim var imiş. Mənim nə qədər düşmən o mənada yoxdur, məcazi mənada. Nə qədər istəməyən adam var imiş, nə qədər paxıllar var imiş mənə qarşı. Yəni mən kimin toyuğuna, kimin pişiyinə daş atmışam, mən hələ də başa düşmürəm. Yəni iştirakçıları başa düşdüm. Yəni digərlərindən o işləmədiyim üçün ola bilər. Mənə münasibətləri yoxdur, Aksana xanımla münasibətləri var, orada başa düşdüm. Amma iştirakçılar arasında da mən başa düşmürəm. Mən xalqıma deyirəm, sizin gözünüz tərəzidir, qurban olum sizə. Baxın, mən biraz səmimi danışan insanam. Baxın, kimi layiq görürsünüzsə, mən iştirakçılara demirəm, maşına kimi layiq görürlərsə. Maşın kimindirsə, aparacaq, udacaq. Kimi layiq görürsünüzsə, məni layiq, Allaha and olsun inciməyəcəm. Sizlər üçün yenə də xidmət edəcəm, xalqımı sevirəm, mən vətənpərvərəm və gözəl qurulan dövlətimizə hər sahədə dəstək olacam. Necə ki, siz də dəstəksiniz, digərlər də. Bu bir oyundur. Futbolda finala qədər gəlir, o cür orada ağlaşırlar, bir tərəf ağlayır, bir tərəf sevinir. Burada da bu maşındır. Udan udacaq, udan udacaq. Amma mən bilirəm ki, bugün mən getməyəcəm. Bu mənim ürəyimə damır. Amin. Olsun. Amma Aksana? Bir neçə dəqiqə əvvəl Azər işlətdi ki, burada mən flankəslərin simasını açacağam, flankəslərin simasını açacağam. Mən amma tamaşaçılarıma əminəm və mən bilirəm ki, tamaşaçılar çox gözəl bilir kimin necə simaları var burada əslində və açmağa falan ehtiyac yoxdur Azər. Hərənin öz bir siması var və onu tamaşaçıları çox gözəl bilir. Mən buradan tamaşaçılarıma müraciət edirəm. Baxın, cəmi cümlətanı 10 dəqiqə qalıb və mən çox istərdim bu şouda qalmaq əziz dostlar və məni qıcaqlandıran Azər Zahidi görmək istəməzdim. Təşəkkür edirəm. Aydındır. Aksana, ola bilər mi ki şounun sonunda qərarın dəyişsin? Yox. Ola bilər mi ki, mən bu baştan deyirəm ki, tamaşaçılar da bilsin. Ola bilər mi ki, şounun sonunda səs toplayıb özün gedə bildin? O da yox. O da yox. Yəni səs toplamasan əlbəttə yola salacağıq. Amma səs toplasan hədəf konkret Azər Zahiddir. Qoy olsun, sənin qərarındır. Niyə də yox? Mən sadəcə xatırladıram ki, getsə Azər Zahid də və necə ki, hər çıxan iştirakçı bizdən, dostlarımız 20 yaşını qeyd edən World Telekom'dan bax, belə bir unikal telefona sahib çıxacaqlar. Artıq 20 ildir ki, mobil telefonlar bazarında uğurlu fəaliyyət göstərən, hər zaman zəmanətli və yalnız orijinal məhsul təklif edən World Telekom'dan inanılmaz bir nisyə dəftəri aksiyasından start verilib və əlimdə gördüyünüz bu Philips telefonu digərlərindən oyuna fərqlənir ki, bax, belə bir telefondur. Yarım ilə yaxın enerjisi tükənmir. Yəni, üzr istəyirəm, bu, belə deyim də, xalq arasında zaryadka deyirlər də, bax, bu yarım ilə yaxın zaryadka saxlayır. Bu telefon. İndi doldursaq, yəni, dekabra qədər rahat istifadə edə bilərik. Dostlar, Philips telefonu və digər brendlərin məhsulları World Telekom'da və nisyə dəftərində
artıq bu aksiya start verilib. Nisiyə mallar verilir Azərbaycanda. İlk dəfə Heydər Əliyev Sarayının yanında, Heydər Sarayı kassaların yanında Ulduz 2555 və ya 050 255 55 55 bütün bunlar World Telecom'un nömrələridir. Elan və çox vacib bir məsələ sabah. Əziz dostlar, diqqətlə qulaq asın, diqqətlə eşidin. Bilmirəm kim olacaq, necə olacaq bilmirəm. Amma sabah Maşın reality şousunun iştirakçıları World Telecom'da qonaq olacaqlar. Mən qeyd etdiyim elə Heydər Əliyev Sarayının kassalarının yanında biz sabah əhval-ruhiyyəmizi biraz dəyişmək üçün ora gedəcəyik. World Telecom'a yola düşürük. Siz də əziz dostlar istəyirsinizsə gəlin World Telecom'a gün ərzində bizi görəcəksiniz. Minnətdarıq World Telecom'a, təbrik edirik ad günlərini. Və hədiyyələr sırasında Azər, ya sizə, ya Aksanın sizə bizim hədiyyələrimiz var. Hər çıxan iştirakçı bu hədiyyələri alır. Amma bilirəm ki, Aksana, istəmirəm Aksanı çıxsın, amma Aksanı çıxsa onun üçün xüsusi bir zövqlə qəbul olunması bir hədiyyədir. Hədiyyə Nikos'tan gəlir. 2012-ci ildə bir brenddir, Türkiyədə əsas alıb. Və bu brend artıq 2012-ci ildən bu yana, yəni 5 il ərzində öz segmentində liderlər sırasındadır. Yalnız bitki əsaslı, yalnız gözəl, yalnız xeyirli, yəni bütün sağlam və təravətli dəri arzusunda olan hər bir kəs şəhərimizin bütün supermarketlər şəbəkəsində bu məhsullara rast gələ bilər. Rast gəldisə, Nikos adlı bir məhsul gördünüzsə, düşünmədən alın. Bilin ki, dəriyə qulluq vasitələr olan Nikos məhsulları geniş çeşidləri əldə etsəniz, yalnız xeyir görəcəksiniz. Nikos 2012-ci ildə Türkiyədən bütün dünyaya gəlib. Nikos, təşəkkürlər, minnətdarıq sizə. Dostlar, Azər, buyurun. Artıq 7 dəqiqə ya 5 dəqiqə bilmirəm vaxt qalıb. Mən son dəfə müraciət edirəm. Heç bir əsassız, əsası olmadan məni oyundan çıxardan xanım heç bir əsas gətirə bilmir. Hələ də ki, düşünür ki, mən nə görə Azəri çıxartmışam bura. Deməli, ilk gündən gələn gündən strategiyaları belə olmuşdu. Şükür Allah, o qruplaşmadan belə deyək də, iki qəhrəmanı uzaqlaşdırdıq. Mənim də sayəmdə kömək oldu. Amma orada hələ güya ki, xanım orada liderliyi üzrə xanım dalaşırdı onlarla ki, mən liderəm, siz mənim sözümdən məsləhətləşmirsiniz də. Ona görə onlarla aralaşdı. Təzədən yenə də nəsə artıq yaranır, qruplaşma. Bir sözlə, hörmətli izləyicilər, heç bir əsası, səbəbi olmadan məni oyundan hamı uzaqlaşdırmaq istəyir. Əvvəla onu deyim ki, xanım birinci, yəni o başlayıb. Yəni, bilmirəm niyə görədir, siz onu bir dənə soruşun. Aksanım, doğrudan da elə bir təəssürat yalanır ki, qeyd etdiyim məsələlərdən biri o ucadan danışmağı və digərlərdə. Amma hamımız başa düşürük ki, bu bir səbəb deyil. Yox, Murad müəllim, bu dedi ki, mən güya o keçmiş qrupda lider falan edim. Xahiş edirəm, yaxınlaşırsınız Agil müəllimə və o sizə desin ki, mən liderəm ya yox. Sadəcə bu. Agil dünənləri həyəcanlı dəqiqələr yaşayır. Agil bugün istirahət edir. Agil'i alqışlayın. Agil otursun özünü. Agil o Maugli'de vardı. O K ilanka. Agil bugün o K ilanı kimi oturub digərlərinə baxır. Mən nə Agillə? Deyir ki, səbəb nədir? Mən səbəbi bilmək istəyirəm ki, mənə niyə çıxardın? Ucadan danışmaq mı səbəbdir? Baxın, bax Murad müəllim, 2 gündür artıq bax bu səs tembri mənim bu yarı, bax bu tərəfdə ümumiyyətlə artıq tutulub və işləmir. İnandırım ki, sizə mən pis zəifdir. Və inandırım ki, sizə xeyr. Çox da səsin çıxır, elə də çıxır ki səsin. Yəni mənim həqiqətən Ay, sujet varsa bir təqdim, mənim burada gün boyu səsim çıxır. Murad müəllim, mən artıq heç bir şey demək istəmirəm. Səidə Sultan demək istəyir. Səidə Sultan. Hardasa səbəbsizlik var, yoxsa yoxdur sizcə? Bax Murad müəllim, mən səhərdən istəmirəm Aksana xanımdır. Deyirəm çox şeylər deməyim, amma bu oyun başlayandan mən Aksananın bir sürü nə oldu görmüşəm. Eşitdim sən filan vaxta gedirsən. Ay neçəsi geyirsən? Hə, neçəsi bu vaxta geyəcəksən? Hamını şey eləyir, belə psixoloji təsir. Necə ay neçəsi gedirsən? Yazıq Üzeyir dedi ki, mən ayın 6-sı, ili 7-si mənim konsertim olacaq nəsə. Gəldi, tək Üzeyir deyildi, bir nəfər də vardı, ona da elə elədin. Gəldi, yaxınlaşdı. Üzeyir, sən nə vaxt geyirsən? Sən nə vaxt geyəcəksən? Sən 6-sı geyirsən, 7-si geyirsən. Axırda Üzeyir. Bir dəqiqə, Üzeyir konserti var, konsertə görə getdi? Yox, konsertə görə getmədi. Niyə görə? Bilmirəm, belə bir söhbət olmuşdu ki, Üzeyrin 6-sı, 7-si nəsə konserti olmadı. Bu dedi, sənin konsertin, o dedi ki, ay Aksana, mənim konsertim zadım yoxdur. Burada da olanda artıq o Üzeyri psixoloji bir təsir oldu. Bezdi, əlini götürdü, qaçdı. Bax, indi də bax. Mənim yadımdadır ki, bəli, var idi elə bir hal. Üzeyirlə Aksananın
bir mübahisəsi oldu deyə. Amma yenə də Üzeyir heç vaxt qızlarla heç vaxt söhbətə ona görə də Murad müəllim, bir dənə də sözüm. Bax, indi bir Azər deyir ki, 200-lü söhbəti. Kim öz payına götürür Nurşicanı? Ürəyim gedir, bax, siz mənim peycəyimi. Bəli, buyurun, buyurun. Deyin, mən yanımda burada elə, bax. Deyir ki, bax, Azər dedi ki, Çönür Fərdiyə şey verir ki, bax, Azər dedi ki, 200-lü söhbəti. Mən ona başa sarıram ki, 200-lü söhbəti sən niyə cəmaatı qızışdırdın? Kim öz payına götürür Nurşicanı, özü bilər. Amma sən niyə bunu eləyirsən? Mən artıq səndə 3-cü dəfədə burada olalı 3-cü bir şeydir ki, səndən elə hərəkətlər görürəm. Murad müəllim. Fərdə gələndən tək oynayır. Axşamın xeyir olsun Fərdə. Axşamın xeyir. Bir dəqiqə mən tam fikir verim. Mən, əziz tamaşaçılar, mən bir kəlmə indi bu dəqiqə deyəcəm və artıq heç bir şey deməyəcəm. Mən heç vaxt, ay Səidə, səninlə sözləşmərəm. Çünki niyə görə? Mən yox, heç vaxt eləmərəm. Çünki mənim sənin belə pis çıxmasına üzr istəyirəm. Həyasızlığı və hələ çox qalıb. Bu bir. İkinci isə mənə burada təkləmək yox. Çünki bu dəqiqə məndə dedi. Mən nə dedim ki burada? Yox, hayasız pis söz deyil. Valla mən inanmışım. Bu yaxşı söz deyil. Yox, onda əgər Bu yaxşı söz. Əgər yaxşı, yox, bir dəqiqə, hayasız, yox, bir dəqiqə, üzr istəyirəm. Birincisi o söz. Əgər, niyyət, mən prosto по-русски. Niyyət, hayasızlıq, yəni ki, mən... Aksana bir dəqiqə. Aksana, bu olduqca oldu. Yəni, ya düzünü, ya gəlin belə eləyək. Ağzınıza gələni danışırsınız. Utanmırsan? Olmaz belə şey danışmaq. Və həqiqətən də onda xahiş edirəm. Məndən soruşun, mən sizə tərcümə eləyim o sözü və deyim. Ola bilsin ki, bəli, ola bilsin ki, ehtiraslı danışır. Yəni, mən Səidə, mən... Səidə, səni çəkə bilmirəm, deyim, Aksana. Başa düşmədim. Mənim səninlə Səidə heç bir şəxsi qərəzliyim yoxdur və olmayıb da. Özünü niyə görə belə həyəcanla, ehtirasla aparırsansa mənim anlamıram. Amma onu da deyim ki sənə, mən artıq sənə heç bir şey deməyəcəm. Qalıramsa qalaram, gedərəmsə gedərəm. Amma artıq özünüzü izvinite, sən özün simadan danışırdın. Yəni, tamaşaçı ən gözəl tərəzi tamaşaçının gözüdür. Sadəcə bu. Çox sağ olun. Murad müəllim, bağışlayın, siz də artırıq ona bura. Birinci, mən sənin bir tərəfi, sizin Aksana xanım bir tərəfi aparmışam, siz yerinizi dəyişə bilərdiniz. Və təşkilatçılara deyə bilərdiniz ki, məni Azər bezdirir. İkincisi də ki, mənim özümə deyərdin ki, Azər, burada deyəməm, mən yəni özümə yazıq demirəm, biraz pis çıxır. Mən burada deyəmmişam, mən sadəcə olaraq burada, mən görmüşsünüz ki, heç bir sponsorlar gələndə də, nəsə bir oyun olanda mən qarışmamışam. Oturmuşam, başımı salmışam. Mən söhbət eləyəndə ya bu tərəfdən, ya bu tərəfdən. Mən xanımlarla söhbət eləməmişəm. Tərəndə xanım, mən sizinlə söhbət eləmişəm. Bir dəqiqə, Azər, burada məsələ artıq keçir. Gəlin bu dəqiqə olan nəticələrə baxaq diqqətlə. Bu sonuncu dəfə nümayiş olunacaq rəqəmlərdir. Səidə, çox xahiş edirəm. 59,15% səs verən tamaşaçı bu dəqiqə qalsın deyil, geçsin deyənlərin səs faizi nisbətən aşağıdır. Mən hesab edirəm ki, Aksana Rəsulova da qeyd etdiyi məsələlərdə, işlətdiyi sözlərdə bəli, dərk etmədən bunu demişsə, Mən çox üzr istəyirəm. Prosta o sözü yəni ki, mən elə bildim isteriçlə, yəni belə bir çox həyəcanla, amma Pərvin deyir, sadəcə mən demək istəyirəm ki, mən niyə əziz sizə elə tamaşaçılar. sözlə cavab vermirəm? Dinəndə məni bəyənmirsiniz, deyirsiniz Səidə danışır. Səidə düzün danışır, ona görə bəyənmirsiniz. Mən niyə sizə elə söyüşlər söymirəm efirdə? Ayıbdır. Yox, amma bu söz əlbəttə insanı incidə bilər və insanın narazılığı səbəbdir. Sadəcə bu. Düz danışıram, amma mən sizə artıq söz demərəm. Başlasın, mən efirin qarşısında, mən heç bir qıza artıq söz demərəm. Mən dedim o sənə. çaşarsa deyərəm. 5 dəqiqə danışırıq. Çaşarsa deyərəm. Ölərəm, amma deyərəm. Ağlama. Ağlayıram çünki mənə təsir edirdi Sənə deyil çox şeylər. şeylər təsir Ayıbdır, 2 dəqiqə edir. şey xanımsınız burada. Ağzınıza gələn söz danışırsınız. Olar belə şey. Boy. Əsəbim pozulub özüm mənim uşaqlar. Əsas qalsa mən hesab edirəm ki, əlbəttə ki, Səidənin də inciməyə bir haqqı var və bu doğrudan da hardasa toxundu. Amma digər tərəfdən Səidə,
Gəlin başa düşək. Bəli, xahiş edirəm Sima xanım, bir Səidiyə bir su verin də şey. Amma düşünün, bugün Aksana səs vermədədir ha, Səidə. Mənim qorxum yoxdur. Mən bilərəm müharibəyə gedirəm, ya öləcəm orada, ya qalacam. Amma bilirəm ki, gedirəm. Mən ondan qorxan qız Bugün deyiləm. Aksana çıxanda bura, hər ikinizin adını çəkdi. Bir dəqiqə. Səidə, heç kimin problemi yoxdur. Sadəcə diqqətlə qulaq asın. Aksana bugün səs vermədədir, dostlar. Dedi də, Azər də deyir ki, o mənə demişsən. Elə də, mən də sənə deyir. Sənin adını çəkir, əzizim. Fikrini dəyişirsən yoxsa yox, Aksana? Fikri dəyişir yoxsa yox? Dəyişdinə Səidə, rahat ol. Qoy dəyişsin, rahat oyunu oynayın. Səidə çıxıb getsin, rahat ol burada. Qoy dəyişsin. Dəyişdir Aksana. Bir dəqiqə, mən bir dənə söz deyim. Əgər fikir dəyişsə Murad bəy, Səidə xanımı çıxartsa mən gedəcəm. Murad bəy. Murad bəy. Yo, Murad bəy. Çox Elə şey danışma. Azər, bir dəqiqə. Azər. Səidə xanım çıxsa mən gedəcəm. Azər, bir dəqiqə gözlə. Yox, bir dəqiqə. Səidə xanımı çıxarsan mən gedəcəm. Azər. Yox, əlvi çəkərsən sənə öldürərəm. Azər, diqqətlə. Mənə qulaq asın, diqqətlə, dostlar. Bu dəqiqədən etibarən kimi istəyir əlini çəkib gedə bilər. Bir problem yox. Amma düşünün. Kənan Mahmudov dün əlini çəkib çıxdı, getdi. Ondan qabaq digər iştirakçılar çıxdı, getdi. Əgər onun fikrindən dəyişsə deyirəm. Dəyişməsin fikri. Fikri mən olaraq qalım. Azər, əzizim və digərləri, bir daha xatırladıram. Bu şoya qatılanda siz yalnız və yalnız bilirdiniz ki, bu ilk dəfə deyil, bu 14-cü dəfədir. Şou 14-cü dəfə sürətlə efirdədir. Hamı bilir ki, burada yalnız bir adam qalib gəlir, əzizim. Komanda söhbəti deyilən bir şey yoxdur. Mənim adımı çəkib onu çıxartmasın. Mən çıxacamsa mən çıxacam. Ki oyun oynamasın. Aksana qərar olar, versin Aksana versin qərar. Bugün tamaşaçılar Aksana'nı dəstəkləsə, o demək Aksana'nın mövqeyini düzgün bilirlər. Onu da həyatdan çıxartmayın. Orası da var. Mən xahişim, tamaşaçıların rəyinə hörmətlə yanaşın. Gəlin səs vermənin nəticəsini eşidək. Aksana Rəsulova yaxınlaşdır mənim yanıma və qərarını verir. Qərarını verəcək səs topladığı halda. Əziz dostlar, mən bir dəqiqə stop, səs vermənin gedişatına stop və çox xahiş edirəm diqqətlə qulaq asın. Biz bu dəqiqə ərzində bütün səsləri hesablayırıq və gün ərzində Aksana Rəsulovanın ünvanına gələn səsləri də hesablayırıq. Aksana'yı... Dostlar, Aksana xahiş edirəm bir neçə saniyə özünə gəlsin. Karabao ixtiyarında, buyur, sənə biraz güc gəlsin. Əziz dostlar, xatırladıram ki, avtomobilsiz həyat şuarı ilə avtomobillər yalnız sakinlərə düşürüb mindirmək üçün həyətdəki xüsusi yol ilə hərəkət edə biləcək. Parking üçün binanın altında hər mənzilə bir qaraj olmaq şərti ilə məhz 90 avtomobilli rahat yeraltı dayanacaq olacaq. Maşın şounun yayımı başlayan zamandan Ulduz 3555 qısa nömrəsinə inanılmaz sayda zənglər daxil olur. Şəhərin tam mərkəzində, içəri şəhərdə mənzil sahibi olmaq istəyində olan çox sayılı insanlar, mənzillər məhduddur, dostlar. Xatırladıram ki, 90 mənzil var və artıq 30% artıq satılıb. Nəzərə alın ki, bu endirimlər qiyməti yalnız 1 iyul tarixinə qədər, yəni yayın 2-ci ayı, 1 iyul tarixinə qədər mümkündür. Sizin də mərkəzdə bir eviniz olsun və bu evi almaq üçün bu dəqiqə Ulduz 3555 nömrəsindən zəng vursaz ətraflı məlumat alacaqsınız. Ulduz 3555. Bu da Pilot Residence premium mənzillərdir. Yalnız onların ünvanıdır. Aksana Rəsulova bugün şouda çox gərgin bir gecəni yaşayır. Aksana Rəsulova iştirakçılar sırasından yox, daha çox tamaşaçılar tərəfdən dəstək aldı bugün. İştirakçıların, belə deyim də, heç kimindən mən bir dəstək görmədim Aksana ünvanına. Bu da yenə də öz xahişi ilə oldu. Öz xahişiniz belə idi, Aksana olsun. Niyə də yox? Aksana çox möhkəmdir, Aksana çox iradəlidir, çox etirazlı insandır və eyni zamanda Aksana çox inanır özünə. Niyə də yox? Mən isə çox istərdim ki, biraz sakitləşək, biraz özümüzə gələk. Səslər hesablanır. Mən xatırladım ki, gün ərzində Aksana'nın
say nömrəsi, sıra nömrəsi 1 idi və 1-ə bütün gün ərzində göndərilən SMS-lər əlavə olunur. Mən isə bu anlar ərzində xatırladıram ki, hər bir çıxan iştirakçı üçün bax belə bir gözəl hədiyyəmiz var. Elə bir hədiyyəni bizə Blokban verir. Aksana içində, Aksana mənzilin təmir olunub yoxsa? Hə, məndə mənzil təmir olunmuşdu, amma rayonda var ki, onu təmir eləməyə. Hansı rayonda? Şabran rayonu. Şabran rayonunda. Bax o zaman şounu tərk eləsən Şabran rayonundan xüsusi bax belə bir hədiyyə gələcək Blokbandan. Məsələ ondadır ki, Blokban istifadəçilər artıq var və bilirlər ki, Blokbanla həqiqətən də çox böyük bir mürəkkəb, vaxtı ikən gözümüzdə duracaq işlər var idi. O ara kəsmə divarlar tikmək falan, o qara suvaq, ağ suvaq, spaklovka falan, bütün bunlar aradan götürülüb. Elə bir unikal bir məhsuldur ki, onu istifadə edirsiniz. Bu Blokban, yəni Blokbanın gips əsaslı natural bilitələri, onlardan istifadə edirsiniz. Bax, rəsmlərdə də, bax, təsvirlərdə də görürsünüz. Ustalar gəlirlər, kömək edirlər. Yüksək səviyyədə onları quraşdırırsınız. Həm divarlar nəfəs alır, mənzil rahatdır, həm rütubət azalır. Eyni zamanda birbaşa bu ara kəsmələrin üstünə heç bir suvaq falan vurmadan həm divar kağızları, həm və ya boya, yəni 4 dənə, 5 dənə, 10 dənə işi siz rahat, qısa müddət ərzində, keyfiyyətli və ucuz qiymətə görürsünüz. Blokbanı harada görürsünüz, alın. Ehtiyac varsa alın, arxayın olun. Blokban heç vaxt sizə problem yaratmaz. Əksinə işinizi rahatlaşdırar. Ulduz 30-30 zəng vurun, ətraflı məlumat alın. Niyə yox? Yaxşı dostlar. Var. Səslər var. Bu müddət ərzində mən danışdım, dediyim xeyləm, amma səslər də var və Ayşəm hamıdan xatırladıram ki, Aksana səs toplamadıqda özü gedəcək. Səs topladıqda qərarı vermədən heç kim əlini maşın üzərindən götürməsin. Diqqət! 61% səs verən tamaşaçı qalsın deyir Aksana. Tamaşaçılar qalsın deyir sizə və o deməkdir ki, sizin bütün bu şou ərzində dedikləriniz bir əks-səda tapdı tamaşaçılarda. O ki qaldı sizə, sizin qarşınızda yalnız bir addım qalıb. Bugün bu şouda, o da şoudan kənarlaşdıra biləcək insanın adını açıqlamaq. Murad bəy, mənim əziz doğma Azərbaycan xalqımın sakinləri, Azərbaycanlılarımız, mən biləm ki, biz çox ölkələrdən baxırlar və ən birinci mənim ailəmə, sonra bütün Azərbaycanlılara, kim ki mənə dəstək oldu, çox sağ olun. Bilirəm, anam çox həyəcanlıdır, mama, papa, nənə, hamımıza salam deyirəm buradan. Çox sağ olun, təşəkkür edirəm. Mən tamaşaçılardan üzr istəmək istəyirəm. Bəzi sözlərdə mən rus tərcümə falan mən bilmirəm, ona görə Səid, əgər mən sənə onu dedimsə, üzr istəyirəm. Amma mənim göz yaşlarım indi hal-hazırda Səid ona görə idi ki, sənin göz yaşlarını mən gördüm, vallah. Yəni, mən qadına qarşı biraz həssasam. Mən istəmərəm ki, qadın göz yaşları axıtsın, nəyisə görə. Çünki mən bilirəm ki, sən də indi bu dəqiqə həyəcan keçirirsən. Amma yox, mənim qərarım tamdır. Mən tamaşaçılarımı heç vaxt podvadit eləyə bilmərəm, yalın danışmaram. Mənim, necə ki, Azər Zahid və yenə də Azər Zahid. Qərar Azər Zahid, elə mi? Dəqiq. Keçin yanınıza. Yerinizə dayanın. Siz şouda iştirakınızı davam ettirirsiniz. Azər Zahid maşın üzərindən əlini götürür. Və bu şouda mən yaxından tanıdığım və bu şouda şəxsiyyətinə daha da hörmət bəslədiyim bir insanla vidalaşmaq biraz çətin olacaq. Amma Azər,
sən yaxşı insansan. Mən onu bu şovda daha da, o mövqeyi daha da möhkəmləndirim sənin haqqında. Çox əfsuslar olsun ki, bugün bu sözü deməliyəm. Maşın əldən getdi. Azər Zahid, bu şovda nəyin qurbanı oldu bilmirəm. Azər, qısaca. Hər bir kəsə təşəkkürümü bildirəm. Xalqın gözü tərəzidir, yenə də gördülər. Yəqin ki, Oksana xanımı burada layiq gördülər. Bu bir oyundur, bir kəs uduzmalıdır. Amma burada çox yaxşı oyun gedir. Səidə özünü qoru. Nadir öpürəm səni, hər kəs öpürəm, Tanana xanım sizi də. Ümumiyyətlə, hər kəslə görüşəcəm. Heç yanılmıram da bu 8 gün ərzində gözəl şəraitə görə təşəkkürümü bildirəm sizə. Amma bir şeydən üzgünəm. Ondan ki, mənim telefon nömrəm var burada sizdə təşkilatçılarda. Sabah Oksana xanım təşkilatçılara zəng eləyər, deyər ki, bu məni çıxartmaqda səbəb nə idi, onu biləyim. Çünki mən bir neçə il fikirləşəcəm onu. Və mənə elə gəlir ki, bir neçə şəxsi məsələlər var idi orada. O məsələ ilə bağlı bir-iki nəfərə görə yəqin belə oldu. Sağ olun, özdə var olun. Baxın, sabah da imkan olsa bura gələcəm, baxacam. Dəstək verəcəm Səidə. Var olun. Azər Zahid şovumuzu tərk edir və bir qapını bağlamır, belə çırpmır da, belə yavaşcanı bağlayır, biraz arası açıqdır. O sualın cavabını sabahları tapacağım. Hansı məsələ? Nə olar, yaxşı. Yəni, hansı məsələnin olduğunda Azər? Çox təəssüf, amma sağollaşmalısın dostlar da. Əziz dostlar, Azər Zahid şovunu tərk edir, biz vidalaşırıq. Maşının 14-cü sürətində bugün mübarizədə belə bir nəticə verdi. Azər Zahid getdi, Oksana Rəsulova isə davam edir. Gecəniz xeyrə qalsın. Sabah 22:00-da yenə də bərabər olacaq. Sağ olun.